Yəni Prosta hörmətsizlik imkan kimi yox idi. başa düşürəm. Hə, imkan yox idi. İndi prosta çıxdım otaqdan. Ona görə dedim sizə. Tamam, Aha. demək lazımdır ki, mən bu səbəbdən dolayı aça bilmirəm kameranı. Mən onu qəbul eləyirəm. Yəni başa düşürəm də ev ortamıdır. Problem yoxdur. Aça biləndə Mhm. də açarsınız Mhm. da Hə, kameranızı, bəli. birazdan imkan olsa mütləq açaram. Aha. Tamam, Çox sağ olasın. Mən tamam, tamam. eşidirəm sizi. Aha, çox sağ olasın. Mhm. Mən sizi bir daha təbrik edirəm. Sizi də aramıza yeni liderlərimiz qoşulubdur. Mina xanım, Aha, yeni çox sağ olasın. liderimiz. Mhm. Sonra Çox sağ ol. siz, Milyana xanım, sizi bir daha təbrik edirəm. Uğurlarınız bol olsun deyirəm. Mən bugünkü seminarımızda ümumi siz liderlərin bilməniz gərəkən bilgiləri verəcəm və axırda da sizə, yəni, sizdən istəyim olacaq. İstəyimi sonda mən sizə açıqlayacağam. Öncəliklə bildirmək istəyirəm ki, hər bir lider, öz işində məsuliyyətli olmalıdır. Çünki biz alt komandadan o qədər əslində ekib də yeni işə yeni başlayan hər bir insan əgər bir işin ucundan başlayıbsa yapışmağa, o işi məsuliyyətli görməlidir. Yəni işinə məsuliyyətlə yanaşmalıdır. Amma liderin məsuliyyəti artıq bir başqa məsuliyyətdir. Çünki biz ciddi bir işlə məşğuluq. Bizim işimiz ola bilər bundan öncə, illər öncə şəbəkə, biznesi adından istifadə eləyib müəyyən bəzi şirkətlər çətin şərtlərlə, çünki indiyənə qədər, indi artıq internet dövrüdür, kompüter dövrüdür. İndi artıq insanlar rahatlıqla bir-birlərinə ulaşa bilirlər. Baxın, görürsüz, siz evinizdən oturmusunuz, biz burdan bir-birimizi görə bilirik, bir-birimizlə hətta üz cizgilərimizə qədər biz bir-birimizi bu özü bir möcüzədir. Amma əvvəllər nəsə bir yanlışlıq olanda, bir problem olanda və yaxud da, hansısa bir gözəllik olanda, onu insanlar müəyyən qədər bir kütləyə ötürə bilirdilər. Amma indi bu sürətlə inkişaf eləyir. Yəni kimsə nəsə bir hansısa bir firmanın gedişatı düzgün deyilsə, onu həmən hamı bilir və hansısa şirkətdə həqiqətən də uğurlar, nailiyyətlər varsa, bu şirkət həqiqətən də öz sözünü demiş bir şirkətdirsə, o həmən yenə bu da yayılır. Yəni insanlar bunu internet vasitəsilə görürlər. Şəbəkə də illər öncə müxtəlif, yəni problemlərlə üzləşmiş, ən çox bu şeylərə məruz qalmış bir sistemdir. Çünki şəbəkənin xüsusiyyəti budur ki, şəbəkəni insanlar böyütmək üçün daha çox insanlara təklif edirlər və o təkliflər zamanı da bəzi insanlar o təkliflərə gedirlər, amma həmən şirkətin qazanc sistemi ədalətsiz olanda, ədalətsiz nəyə deyirik? Bizim üçün ədalətsizdir. Bir başqaları üçün o sistemlər normaldır və bəzi insanlar var ki, o sistemlərdə onlara əjdaha deyirlər də, şəbəkənin, network'ün əjdahası deyirlər. Amma o onlar üçün rahatdır. Yəni məsələn, mən ev xanımı ikən gəlib iş xanımına çevrilmişəm. Amma deməli, şəbəkə işini bilən, illərlə network anlayışı olan insanlar illərini qoyublar və onlar network'un onlara nə deyirlər? Akulası deyirlər, əjdahası deyirlər də, belə deyirlər. Onlar ən çətin şərtlərdə belə çalışmağa hazırdırlar, çünki şəbəkəni bilirlər. Amma məsələn, bir ev xanımı mənim kimi, mən heç bir şəbəkə anlayışı olmayan bir insan evdən durub gəlib bu işlə məşğul olmağa başlayan birisi üçün birdən-birə ən mükəmməl iş sistemi Ersaq sistemidir. Ersaq şirkəti mən burada əminəm ki, bilməyənlər, yeni liderlərimiz var. Bir qısaca məlumat vermək istəyirəm. 2006-cı ildən Türkiyənin Dənizli şəhərində qurulub, 2018-ci ildən isə Azərbaycanda fəaliyyət göstərir. Böyük fabriklərimiz var. İstehsalçı şirkətdir. Məhsulu özü istehsal edir və birbaşa müştərilərə satışını eləyir. Biz başlayan zamanlarda Ersaq şirkəti 15 fabriklə başlamışdıq. Yəni biz gələndə Ersağa 15 fabriklə gəlmişdi. Amma indi artıq fabriklərin sayı çoxalıb. Bu arada yadıma düşmüşkən deyim, bu tırımızda inanmayacaqsınız, amma pastellərimiz gəlir deyilənə görə, tekstil gəlir, hamam xalatları da səhv etmirəmsə gəlir, amma pastellər bildiyim qədərilə dəqiq gəlir. Yəni qızlarımızın cehizlərini,
Hətta hədiyyə belə ala biləcəksiniz, öz eviniz üçün alıb istifadə eləyə biləcəksiniz. Artıq Ersaq şirkəti inkişaf eləyibdi, yəni daha çox inkişaf eləyibdi. Ersaq şirkəti 40 ilin, 50 ilin, 60 illik şəbəkə şirkətlərinin 60 ilə gördüyü işi 20 ilə bacardı, 20 ilə gördü və ən kalitəli bir şəkildə. Çünki Ersağın təmizlik vasitəsinin tərkibi möcüzəvi bir bitki olan Rita bitkisindən istehsal olunubdur. Bu çox möcüzəvi bir bitkidir bu bitki və bu bitkinin mütləq şəkildə siz liderlər bu bitkini dəqiq bilməlisiniz və dönə-dönə bunu öz beyninizdə otuzdurmalısınız və qarşı tərəfə ötürməlisiniz. Bunlar sizə ona görə lazımdır ki, sizlər lidersiniz və İstər-istəməz qonaq gedəndə belə siz sahədə sayılırsınız. Başa düşürsünüzmü nə demək istəyirəm? Yəni bir yerə qonaq getmisinizsə, o qonaq getdiyiniz ortam belə artıq sizin sahədə olmanız deməkdir. Yəni sahədə olmaq o deməkdir ki, siz getdiyiniz o ortamda artıq bilgili olmalısınız ki, şirkət haqqında sizin məlumatınız olmalıdır ki, getdiyiniz ortamda şirkətiniz haqqında məlumat verə biləsiniz, dəyərli liderlər. Ersaq şirkətinin 3 qrupa ayrılan, əsasən 3 qrupa ayrılan artıq tekstil də bizə daxil oldu. Yəni tekstil də biz istehsal eləyirik və hətta Ersaq loqolu servizlər istehsal olunacaq. Üstündə Ersaq loqoları ilə bunlar da gələcək və kim bilir daha nələr istehsal olunacaq. Yəni Ersaq şirkəti günü-gündən məhsul istehsalını, ürün yelpazəsi deyirlər türklər, məhsul çeşidini, çoxluğunu daha da artırmağa və genişləndirməyə başlayıbdı, çalışır. Təmizlik vasitəmizin tərkibi Hindistanda və Afrika ölkələrində, Nepalda bitən, tərkibində 54 təsirli maddə ilə zəngin olan bir bitkidir və bu bitki həm də 14 bakteriyanı məhv edir, 14 bakteriyanı yox edir, həm də köpük verir. Onu suyun içərisinə atıb çalxalayanda köpüklənir. Sən demə Allah Teala, indi biz kompüter dövründə yaşayırıq, Ersaq şirkətini tanıdıq deyə bu bitkini tanıdıq da, yoxsa biz bu bitkini heç vaxt tanımaya bilərdik. Amma Avropada bu bitkini tanıyan çox insanlar var və Avropa insanları marketdən paraşok almamaq üçün, marketdən kimyəvi zəhərlərə məruz qalmamaq üçün həmən o bitkini özünü alırlar, o belə qoz formasında olur, yumru-yumru. Hətta bəzi onlarda bunu klokun içərisində satırlar və onun içərisinə torba qoyurlar, ağzını büzməklik bir torba, ağzında da büzmək üçün ipi var. Onun içərisinə onu atıb, Ritanı atıb, paltaryon maşını atıb, bununla paltarlarını yuyurlar ki, paltarları kimyasallara məruz qalmasın. Yəni uşaqları, evdə ailələri zəhərlənməsin kimyasaldan. Ersaq şirkəti bunu patentləşdirib. Bu yalnız və yalnız bizim şirkətimizə məxsusdur, bizə aiddir. Yəni bizdən başqa sabah hansısa bir bitki gəlib bu bitkinin istəsə ki, bu bitkini patent, yəni özü götürsün, təmizlik vasitəsi kimi istehsal eləsin, eləyə bilməyəcək. Bu bizə məxsusdur və bu bitki çox möcüzəvi bir bitkidir. Dəri üzərində faydalıdır. İnsan bədənində faydalıdır. Tək dəridə yox, ümumi insan sağlamlığında faydalı bir bitkidir bu bitki. Şirkət də bunu təmizlik vasitəsinin tərkibində istifadə edibdir. Kosmetik vasitələrimizin və üz üçün qidalandırıcı baxım vasitələrimizin tərkibində dəriyə faydalı olan, təbiətdə yetişən, min bir dərdin dərmanı olan bitkilərdən və bitki ekstraktlarından hazırlanır. Kremlər və kosmetik vasitələrin tərkibi. Bir də qida əlavələri istehsal edir. Yəni birinci başlayıb təmizlik vasitəsi ilə, sonra üz üçün baxım vasitələri falan, daha sonra isə qida əlavələri. Qida əlavələri də bilirsiniz də nədir? Qida əlavələri bədənimizin çatışmayan vitaminləri depolamaq üçün. Mən indi bunları ümumi olaraq danışıram, amma liderlərə bu barədə mən eğitim atmışdım qrupda, YouTube versiyası var, yəni hazır formada var, oradan da baxa bilərsiniz. Əlavə olaraq da sırf sizlərlə ayrı bir seminarda bunları dərindən danışmaq istəyirəm sizə. Çünki siz insanlara təqdim eləyəndə lazım deyil bunların birdən-birə hamısını insanlara ötürmək. Çünki qarşısındakı insan da səni dinləməlidir. Yəni dinləməyən bir insana yorucu olmaq olmaz. Əgər bir insan səni dinləmirsə, bunların hamısı
hamısını ona ötürmək də mümkünsüz bir şeydir. Amma dinləyən insana, sizdən sual verib soruşan insana siz bunları bilgili olmalısınız ki, soruşanda sizin bazanız dolu olsun. Bunları ən azından ötürə biləsiniz, verə biləsiniz. Bunlar yəni dəqiq, konkret bilməniz gərəkən bilgilərdir. Yəni Ersaq şirkəti bunları qeydlərdə mütləq aparın, qeyd eləyin. Ersaq şirkəti hansı, yəni nəyə görə fəaliyyət göstərir? Sağlamlıq məhsulları istehsal edir. Adından da görsəndiyi kimi erkən sağlıq. Ersaq, yəni erkən sağlamlıq deməkdir Ersaq şirkəti. Anladınız mı? Yəni siz danışanda da, insanlara ötürəndə də bunu izah eləməlisiniz. Hal-hazırda da şirkət günü dediyim kimi günü-gündən istehsalını artırır, tekstil istehsal eləməyə başlayıbdır. Ersaq loqolu qablar, servizlər istehsal olunacaq. 2025-ci il sonuna qədər yeniliklər olacaq. Tez-tez yeni məhsullar istehsal edir. Hətta dünyaya cığır açıbdır. Narkotikdən əziyyət çəkən, bu arada kimsə əgər istəyərsə, əslində bunu təşkil bizdə Azərbaycan səhiyyəsi icazə verməsə də mən təşkil eləyə bilərəm sizə. Narkotikdən, yəni tanıdığınız, bildiyiniz, sağalmaq istəyən insanlar varsa, narkotikdən əziyyət çəkən insanlara sağaldaraq şirkətimiz cığır açıbdır və xərçəng xəstəliyini sağaltmaq üçün K adlı bir dəqiq adı yadımda deyil, amma K olduğunu dəqiq bilirəm ki, K adlı bir qida əlavəsi var və o qida əlavəsi vasitəsilə hətta xərçəng xəstəliyi bədəndən tamamilə olmayacaq. Yəni bunu istifadə eləyən insan xərçəng xəstəliyindən tutulmayacaq. Varsa da xərçəngi sağaldır. Yəni bu artıq dünyaya cığır açmaq deməkdir. Ona görə deyirik ki, Ersaq şirkəti K20, çox sağ olun Sevgi xanım. K20. Ersaq şirkəti bəli, bu məhsullarla dünyaya cığır açmış bir şirkətdir. Yəni bunu biz bir kərə olduğumuz şirkətin fərqində olaq xanımlar. Bizim yanımızda ola bilər deyərlər ki, ay filan şirkət 40 ilin şirkətidir. Dünya bazarında ay belə yəni güclü şirkətdir. Tamam, onu tərifləməlidir də, yəni tərifləməlidir. Çünki o özü o şirkətdə çalışır və o şirkətə də öz komandasını yaradır. O şirkətdə çoxdan bu şirkətə qoşulub, Ersaq Azərbaycana gəlməmişdən qabaq o Azərbaycanda nə qədər görün network şirkətləri var idi. O şirkətdə başlayıb fəaliyyətə. Tamam, o şirkət də bitkisel şirkətdir. Buna şübhəmiz yoxdur. Bitkisel şirkətlər var. Azərbaycanda da var, dünyada da var. Amma inanın ki, ən güclüsü Ersaq şirkətidir. Bunu sözlə yox. Sözdə mən çox söz deyə bilərəm. Mən çox da deyə bilərəm ki, mən çox mükəmməl bir insanam. O mükəmməllik nədədir? Mən çox deyə bilərəm ki, mən dünyada ən gözəl qadınam. O gözəlliyi hardadır? Nəyə görə gözəldir? Axı məndən də gözəlləri var da, məsəl üçün də. Yəni bunu sözlə deməklə deyil də. Biz insanlara məhsulu çatdırdığımız zaman, təqdim etdiyimiz zaman, sübutla danışanda, o insana kanıtlayanda ki, həqiqətən də bu məhsul daha dəyərlidir, bu şirkət daha dəyərlidir. Onda o insan sübutla onu görəndə, məsələn, belə deyim də, məsələn biz bu yaxınlarda deməli başqa bir şirkətin D3 vitamini, başqa bir şirkətin D3 vitamini var. Bizim Ersağın da D3 vitamini var. Bizdə Ersağın D3, K2 ikisi birindədir. Amma başqa bir şirkətdə adını çəkmək istəmirəm. D vitamini, D3 təkdir orada və orada bir marketinq işlədiblər, hiləsi işlədiblər ki, güya ki D3 vitamininin, onların D3 vitamininin ümumi tərkibi 200 milliqramdır. Onların D3 vitamininin tərkibi 200 mil. Amma sən demə, araşdıranda bəlli olur ki, onlarda hər damcısına 100-200 milliqram düşür, hər damcıya 100-200 milliqram düşür. Bizdə isə hər damcıya 500 milliqram düşür, 2 damcısına isə 1000 milliqram düşür və K2 ilə birlikdədir. Tək deyil, K2 ilə birlikdədir. Qiymətlər bir balaca qiymətlərdə fərq ola bilər, amma ümumi düşünəndə görürsən ki, bizim qiymət həm münasibdir,
o qiymətdən həm münasibdir. Bizim qiymətimiz münasibdir. Onlar sadəcə orada marketinq şeyi işlədiblər də, bicliyi işlədiblər. Orada güya ki ümumi göstəriblər ki 200 milliqram, 200 milliqram göstəriblər. Amma bizimki güclüdür. Məsələn, siz onu sübutlu şəkildə, yəni sözümün canı nədir? Bəzən belə incə nüanslara da çox takılmaq lazım deyil. Amma kimsə gəlib sizə, məsəl üçün deyirəm, uydururam bunu, misal göstərirəm də. Kimsə gəlib sizə desə ki, tutaq ki, yox, filan şirkətin məhsulu daha gözəldir və yaxud da filan şirkətin D3 vitamini sizinkindən qat-qat güclüdür deyə bilər də sizə. Xanım, hansı əsaslara görə güclüdür? Sübut eləyə bilərsiniz mənə? Gətirin tərkibə baxaq. Bir qida əlavəsinin gücünü onun tərkibində olan dəyərdir. Yəni onun dəyərlərinə baxmaq lazımdır. Dəyərləri yan-yana qoyub baxanda görünür ki, hansı məhsulun tərkibində damcı sayı nədir, kapsul sayı nədir, sayına görə və tərkibindəki dəyərlərə görə ölçülür. Məsələn, omeqanın özü, ersağın omeqasını götürək, EPA və DHA təşkil eləyir onun içərisini. Digər şirkətin EPA və DHA-sı ilə müqayisə eləyəndə görürsünüz ki, qat-qat aşağıdır bizimkindən. Qiymətində də fərq var. İnsan düşünür ki, bəs bu da omeqadır, başı çıxmayan insan, bilgisi olmayan insan, bəs bu da omeqadır, o da omeqadır. Necə ola bilər ki, bu sizdə bəs bu qiymətədir biz. Ay gözəl xanım, bilirsiniz məsələ nədir? Bax, sənin omeqanın tərkibində EPA və DHA 700-lər, bizimkində 700-lərdə, 800-lərdədir, amma sizinkində 60 neçə, 70 neçədir kapsulun içərisində. Anladınız mı? Onları düzgün şəkildə qarşı tərəfə izah eləyəndə o sizə artıq söhbət eləyə bilməyəcək. Yəni deyə bilməyəcək. Belə şey, ümumiyyətlə, ona görə də siz liderlər yəni ortada olanda, sahələrdə olanda bu şeyləri yavaş-yavaş öyrənməlisiniz. Yəni demirəm birdən-birə hamısını öyrənin. Heç kim Ersaq şirkətinə gəlib, məsələn, mən özüm Ersaq şirkətində müdir səviyyəsindəyəm. Amma mən bura gəlib hətta müdürlük sınavımı verəndə qida takviyəsi bilgim 0 idi. Qida əlavəsi bilgim 0 idi. Heç nə bilmirdim. İnanın, heç bir şey bilmirdim və mənə gətirib imtahanın slaytlarını atıblar ki, bunları öyrən, imtahan verəcəksən. Mən imtahan kağız şeyləri görəndə gözüm kəlləmə çıxdı ki, mən ümumi 20 dənə qida əlavəsi haqqında məsələ öyrənmək də deyil. Çünki qida əlavəsinin özəllikləri odur ki, məsələn deyirəm, arı südünün də tərkibini oxuyursan, vitaminlərlə zəngindir. Tutaq ki, A, B, C, D, E, K, bunlar hamısı arı südünün içərisində var. Arı südü də immuniteti artırır, arı südü də filan şeylərə faydalıdır. Spirulina da o şəkildədir. Spirulina da faydaları var. Başqa bir qida. Bunlar hamısı bir-birinə bənzədiyinə görə mən onları oxuduqca mənim başım şişirdi ki, bunlar ayırd eləyə bilmirdim. Çünki qida əlavəsi bilgim yox idi. Ümumiyyətlə məlumatım yox idi. Amma mən artıq indi bilirəm ki, arı südü nədir, spirulina nədir, başqa qida əlavə, o birisi başqa digər qida əlavələri, zeytun yarpağı ekstraktı nədir? Mən artıq bunları indi beynimdə otuzdurmağa başlamışam, öyrənməyə başlamışam. Halbuki mən düşünürdüm ki, mən bunu heç vaxt öyrənə bilmərəm. Mənə çox çətin gəlirdi o məlumatlar. Amma indi artıq mən o şeyləri tam beynimdə otuzdurmuşam. Yəni siz liderlər də dediyim kimi, bunları zamanla birdən-birə hər bir şeyi bilmək məcburiyyətində deyilsiniz. Yəni bu normal bir şeydir. Siz bu işdə təzəsiz və ümumiyyətlə bu iş sistemi elə bir iş sistemidir ki, yeganə iş sistemidir ki, təcrübə verir. Təcrübə çalışa-çalışa sizə təcrübə verir. Siz Liboy iş sisteminə getsəz, sizə deyəcəklər ki, sənin təcrübən var, soruşacaqlar sizdən. Nəsə bir işlə məşğul, harasa müraciət eləmisiniz, CV vermisiniz və s. Sizə deyəcəklər, sənin təcrübən varmı? Yox, yoxdur. Onda mən səni işə götürə bilmərəm, tutaq ki. Amma bu iş elə bir işdir ki, siz burada çalışa-çalışa öyrənəcəksiniz. Çalışa-çalışa özünüzü mükəmməlləşdirəcəksiniz və gələcəyin, inan ki, səbirli şəkildə olduğunuz təqdirdə, indi mən əminəm liderlərimiz, məsələn, Mina xanım dedi ki, Salə xanım, mənim çətinliklərim var, mən məhsulları öyrənməkdə çətinlik çəkirəm. Daha doğrusu üz üçün məhsulları, bu normal bir şeydir.
Bu normal bir şeydir. Zamanla siz yavaş-yavaş onları beyninizdə otuzduracaqsınız və siz bir müddətdən sonra elə olasınız ki, sizin bəlkə bilginizə heç kimin bilgisi çatmayacaq. Bəlkə siz bizim bilgimizi bəyənməyəcəksiniz bu iş sistemi sayəsində. Doğrudan da. Ya gələcəyin yeganə bir iş sistemidir ki, bu iş sistemi siz burada gələcəyin bir iş güclü bir liderinə, güclü bir iş xanımına çevrilə bilərsiniz. Böyük bir komanda ordusu yarada bilərsiniz. İndi mən sizə burada liderlikdən sonra deməli hansı proseslər olmalıdır? Siz indən beləcə mərhələdə nə etməlisiniz? Necə çalışma eləməlisiniz ki, sizin işinizdə inkişaf getsin? Əvvəla sizə onu başa izah edeyim ki, siz nələri bilməlisiniz? Əgər bir lider alt komandanızdan tutaq ki, siz lider özünüz lider çıxmısınız, düzdür? Siz öz sponsorlarınız vasitəsilə, sizi köməkliyi vasitəsilə yol göstərərək sizi gətirib lider çıxardıblar və siz də indən belə öz komandanızda olan, öz ekibinizdən sizin komandanıza gələn insanlara siz onları yönləndirməlisiniz, amma tək yox. Çünki siz hələ təzəsiz. Təzə olduğunuza görə sizin üçün bu proses çətin ola bilər və orada yanlışlar eləyə bilərsiniz. O yanlışlar da istər-istəməz ekiblə sizin aranızda narazıçılığa səbəb ola bilər. Ona görə burada çox diqqətli olmalısınız ki, sizin komandanıza gələn, çalışmaq istəyən potensiallı insanları öz yuxarıdakı sponsorunuzla tanış eləməlisiniz və ona deməlisiniz ki, mən tutaq ki, bu dəvət gətirmişəm və o dəvətə izah eləmək lazımdır, ondan danışmaq lazımdır, ona başa salmaq lazımdır. Həm siz öz sponsorunuzla, həm də müdürünüzlə mənə də deyə bilərsiniz. Ola bilər sizi dəvət eləyən üst sponsorunuz özü də təzədir bu işdə, təcrübəsizdir, hələ tam olaraq məlumatı yoxdur, ola bilər. Amma onun müdürü və yaxud da ondan yuxarıdakı üst sponsor bu barədə bilgilidir, məlumatlıdır. Yəni siz üst sponsorlarınızla alt gətirdiyiniz dəvətlilərdən özünüz kimi liderlər çıxartmalısınız, dublikatlar yaratmalısınız. Yəni məsələn, Milena xanım özü burada lider olub və alt komandasından çoxlu adını da deyə bilmirəm. Milyonalar yaratmalıdır, öz dublikatlarını yaratmalıdır ki, onlar da çalışaraq komandalarını böyütsünlər və burada hər birinizin hədəfi müdürlük olmalıdır. Çünki müdürlüyü nəyə görə istəyirik? Yəni müdürlüyün pis çıxmasın, qara qaşına, qara gözünə görə istəmirik. Müdürlüyü daha çox gəlir qazanmaq üçün istəyirik. Müdürlük bizə buna görə lazımdır. Özünüz müdür çıxıb öz alt şəbəkənizdən də müdürlər yarada bilərsiniz. Bu necədir? Bu nəyə bənzəyir? Biz məsələn bir hansısa Bravo mağazalar şəbəkəsi tutaq ki, öz şəbəkəsini yaradıb, düzdür? Bravo-nu yaradan adam kimdirsə imkanlı bir insandır və tanımırıq da, düzdürmü? Bəlkə tanıyırıq. O adam imkanlı bir insandır və küllü miqdarda pul qoyubdur. Tutaq ki, bir Bravo açıb 20 yanvardan, birini açıb Gənclikdən, birini açıb Xırdalandan və s. Bakı şəhərinin bir çox toçqalarında Bravo marketlər şəbəkəsi var. Nə ilə eləyibdir? Küllü miqdarda pul vəsaiti ilə eləyib də bunu. Bunu biz edə bilərik? Yox. Eləyə bilmərik, çünki bizim o vəsaitimiz yoxdur. Amma biz bunu Ersağın bizə yaratdığı şərait sayəsində biz bunu doğrudan da eləyə bilərik. Məsələn, mən artıq bu şəbəkəni çoxdan başlatmışam. Mən bu şəbəkəni yaratmışam. Məsələn, mən özüm müdür karyerasına ulaşmışam və alt komandamdan özümdən başqa müdürlər yaratmışam və onlardan mən pasiv gəlir götürürəm. Eynilə Bravo marketlər şəbəkəsi kimi, Araz marketlər şəbəkəsi kimi. Necə ki, Bravo-nu yaradan insan şəbəkədən hamısını müdürə də pul verir. Müdür də qazanır oradan. Amma əsas şəbəkəni quran adam da özü o şəbəkələrdən qazanır. Həm müdür özü qazanır, ora qoyduğu müdür qazanır. Həm də o şəbəkəni quran üstündəki o adam qazanır. Eyni şəbəkəni siz burada yarada bilərsiniz. Eyni şəbəkəni siz qura bilərsiniz. Görün bu nə gözəldir və bu necə baş verəcək? Tutaq ki,
Mina xanım bir, 2 nəfər, 3 nəfər şəbəkəsinə insanlar qoşub. Birincisi, sizlər hər bir lider öz alt komandalarınıza gətirib öz qrupumuza salanda, ekibimizə gətirib daxil eləyəndə, onlara işi başa salırsınız da, düzdür? Necə başa salırsınız? İşi izah eləyirsiniz ki, bax bu iş bundan ibarətdir, bundan ibarət. Elə insan var ki, ümumiyyətlə iş olaraq yaxın durmur. Məhsul olaraq öncə məhsulu tanıyır, məhsulu sevəndən sonra o məhsulu sevməsə, o bu şəbəkəni qurmayacaq. Mütləq məhsulu sevməlidir. Məhsulu sevdi və burada öz işini qurmaq istədi, komandasını qurmaq istədi. Ona sizin deməniz gərəkən budur ki, sən bu işə başlayırsan və bu cür başlamalısan. Hər bir şey izah eləyəndən sonra mütləq onlayn seminarlara qoşulmalısan, öyrənməlisən və qrupa atılan linklərdən girib dərsləri öyrənməlisən. O da öyrənməsə hərəkətə keçməyəcək. Burada prosesin nə olduğundan axı xəbəri yoxdur. Bilmir axı ki, burada proses necə baş verir, iş necə gedir, iş necə burada böyüyür. Amma ən mükəmməl iş sistemidir, ən rahat iş sistemidir. Hər kəs, sizin şəbəkənizə qoşulan adam təkcə sizdən asılı deyil. Yəni, bəzən xanımlar düşünürlər, əşi kim qoşulacaq mənə? Əşi qoşulmurlar, nəmgüm eləyirlər. Əşi bu filan oldu, bəsməkan oldu. Elə deyil. Nəzərə alın ki, məsələn, məndə də elədir. Mən də öz qohumlarımı öz şəbəkəmə daxil eləyəndə İstər-istəməz insanlarda belə bir düşüncə var. Görəsən Vüsalənin nə marağı var ki, amma o dərk eləmir ki, şəbəkə işi elə bir işdir ki, şəbəkə işində bu işin forması belədir, strukturu belədir. Burada işə daxil olmalısan və başqa insanları da bu işə daxil eləməlisən ki, şəbəkə qurulsun. Bu işin gedişatı budur. Sabah sən də öz şəbəkənə kimlərisə daxil eləyirsən ki, iş böyüsün. İşin gedişatı budur. Belə düşünür. Amma məsələn, mən əmimin yoldaşını öz şəbəkəmizə daxil eləyəndə, o əvvəlcə bizə dedi ki, əşi boş şeydir. Neçə dəfə biz ona təklif elədik. Dedi ki, nə bitkisəl salmısınız? Var da, filan yerdə bitkisəl məhsullar satırlar. Sizinkindən də qat-qat ucuz qiymətə verirlər. Bitkisəldir də, elə gedərəm oradan alaram da. Mənə bax bu sözü dedi. Amma sonra nə oldu? İnanın biz yalan olmuşduq, o gerçək. Biz qalmışdıq qıraqda, o necə işləyirdi? O necə işləyirdi və qazanırdı da. Çünki o bir dəfə, 2 dəfə, 3 dəfə biz ona başa saldıq ki, xeyr, bu sən dediyin kimi deyil. Odur, budur, bəs bu şəbəkədir. Ola bilər burada biraz bahadır, amma sən burada karyerlərə qalxırsan. Alt komandanı da sən qaldıra-qaldıra gətirirsən, həm özün qazanırsan, həm komandan qazanırsa, sənin komandan da gəlib o səviyyəyə çatacaq. Sizin şəbəkənizdə olan insanlar da, məsələn, bayaq necə dedim, dublikatları siz özünüzə yazdırırsınız ha. Məsələn, 5 nəfər adam yazdırmısınız və o 5 nəfər adamı da lider çıxartmısınız özünüz kimi. Eynən sizin kimi lider çıxartmısınız. Onlar da başlayırlar öz şəbəkələri ilə çalışmağa. Onlar da dəvət gətirirlər. Görün, bu nə gözəl bir şeydir. Təsəvvür edin ki, o 5 nəfər 5 nəfər deyil, bu 10 nəfərdir. Şəbəkənizə 5 yox, 10 nəfər daxil eləmisiniz və Ersaqda günəş sistemi olduğuna görə siz dəvət etdiyiniz insanlar öz ixtiyarınızdadır. İstəyirsiniz alt şəbəkənizə verin, istəyirsiniz özünüzə yazdırın. Amma məsləhətli özünüzə yazdırmaqdır. Ən məsləhətlisi. Çünki onda siz daha mükəmməlləşirsiniz bu iş sistemində. Və alt komandadan da tutaq ki, bir ayın içərisində məsələn, bir nəfər üzv dəvət eləmisiniz. Hə, onu da deyim. Bu o demək deyil ki, 5 nəfəri birdən siz dəvət eləməlisiniz. Yox, məsələn, Dürdanə xanım 2-3 dənə lideri var. 3-cü, 4-cü liderlərini çıxartmağa çalışır. Neçə vaxt bizlə çalışır? 3-cü, 4-cü liderlərini də çıxartsa, daha doğrusu 5 lider çıxartsa, Dürdanə xanım bizdə olacaq bronz lider. Bronz lider olmaq öz şəbəkəsindən 7% gəlir 8% gəlir götürmək deməkdir. Yəni bir bronz lider öz şəbəkəsindən birinci nəsil qoldan 8% pul götürür. İkinci nəsil lider çıxarsa əgər ikinci nəslindən 4% pul götürür. Üçüncü nəsildən 2% pul götürür. Bir bronz lider. Salih xanım, aşağı, məsələn, öz və sözü də kəsmə bağışlayın. Məsələn, 5 lider çıxartdı, oldu bronz lider. Aşağı karyeraların işləməsə necə?
aşağı Onun karyerlər niyə işləməsin ki? O lider bəs məsələn, iş bax özümüzdən götürürük də 2 lider var hə, şəxsən mənim özümün. Birinin 2 üzvü var, 1-2 dəfə alış-veriş eləyib, dayanıb. Bu əfsanə də yeni yəni liderdir. O da əlləşib vuruşur. Yəni ki, 2 nəfər belə bax, dəvət belə edilib. deyim, belə deyim də. Bax, məsələn, bax mən liderlər toplantısı eləmişəm. Kim maraqlıdırsa, kim qabağa getmək istəyirsə, girib bu liderlər toplantısına. Amma eləsi var ki, ya başı nəyəsə qarışıqdır, yadından çıxıb girməyib, ya nəsə. Yəni deməyim budur ki, biz şəbəkə, bilirsiniz şəbəkə necə bir şeydir? Şəbəkəni sən tökə-tökə gedirsən. Şəbəkədə kim səndən qalırsa, sən onunla gedirsən qabağa. Lalə, anladınmı nə demək istəyirəm? İstər Bəli. istəməz tökülə-tökülə gedirsən. Yəni elə insanlar var ki, onlar belə bir söz var, deyir, hər kəs networkdə ola bilər, amma hər kəs networkçu ola bilməz. Network hər Bəli, kəsə bəli. görədir, amma hər kəs networka görə deyil. Həm də. Anladınmı nə demək istəyirəm? Yəni Bəli, hamı bəli. bizlə axıra qədər mənim şəbəkəmdə neçə min insan var. O neçə min insanın hamısı mənlə çalışsaydı, mən indi milyoner idim. Ay sağ ol. Bunu bilmək istəyirdim də. Yəni ki, sən ona başa salmağa çalışırsan. Oturursan, qoyursan qarşına, ya telefonla əgər üz-üzə ünsiyyətdə ola bilmirsinizsə, ən pis halda telefonla ünsiyyətdə olmaq mümkündür də. Yəni lap görüntülü yığırsan. Başa salırsan, deyirsən bax bu iş budur. Sən bu işdə görsən daha yaxşı gəlir götürə bilərsən və burada olan gəliri düzgün şəkildə siz ötürsəz, qarşı tərəf görsə ki, həqiqətən də burada gəlir qəpik quruş deyil. Buranın gəliri necə lazımdır gəlirdi. Ciddi şəhvət, ciddi bir iş sistemidir bu iş sistemi. Bunu qarşı tərəfə ötürməyi bacarsan, o ola bilməz ki, o səndən çalışmaq istəməsin. İşi düzgün şəkildə ona izah eləsən. Daha onu da başa düşmədisə, başa salırsan. Başa sal, sən bax lider deyirik də, bəs indi yeri gəlmişkən onu da deyim. Nəyə görə deyirik ki, lider ruhlu olmaq, lider olmaq, liderliyin o belə fəzilətləri deyim, nə deyim, liderliyin o xüsusiyyətlərindən biri də elə odur ki, o liderliyin yəni lideri lider eləyəndə sən daima elə bil ki, o insanları mülayim olmalısan, altdan almalısan, ötürməyi biraz onları necə deyim, bir söz var, deyir ki, patron yoxsa patron var, bir də lider var da, müdür var, bir də müdür deyərkən, yəni elə müdür yox, patron deyək də, patron. Patron tələb eləyir, amma lider ruhlandırır. Patron tələb eləyir, amma lider ruhlandırır. O demək deyil ki, lider tələb eləməməlidir. O tələbi eləməlidir, amma o tələbi də elə eləməlidir ki, nə şiş yanmalıdır, necə deyirlər, nə kabab. Anladınmı Lalə? Yəni sən onu çalışmalısan ki, o səndən getməsin. Çalışmalısan ki, çünki sən zəhmət çəkib ona başa salmısan, izah eləmisənsə, zəhmətin niyə boşa getsin ki? Bəlkə elə o burada gələcəyin güclü bir liderlərindən, güclü bir komanda başçılarından məsələn də biri olacaq. Tutaq ki. Sonra mən nə başa salmaq istəyirəm? Deməli, siz özünüz lider olmusunuz, alt komandanıza bir nəfər adam lider olmaq istəyir. Onun, daha doğrusu adam gətirmisiniz bir nəfər. Onun altında da komandasını qurmağa başlayıbdır, amma ekiblərindən biri güclüdür. O əgər eyni ayın içərisində, buna diqqətlə qulaq asın, eyni ayın içərisində altdakı lider, o ikinci nəsildə, özünüzə bağlı yox, o birisi nəsildə, belə deyək. Əgər o lider güclü gəlirsə və yuxarıdakı lideri 27 karyeraya qədər qaldıracaq, ona görə o lider yan qoldan 50 puanın eləməlidir. Yan qoldan da ya onu belə çıxır ki, ya əgər komanda qurmayıbsa cibindən eləməlidir, liderliyi götürsün deyə. Liderlik də bizə nəyə görə lazımdır? Nəyə görə biz bütün şirkətlərdən deyirik ki, biz fərqlənirik? Bizdə karyeradan düşmək yoxdur axı. Biz ömürlük olaraq bu dəyərli məhsulları biz su qiymətini almaq üçün liderlik kodu bizə həm ona görə lazımdır, təkcə karyera qurmaq üçün yox. Həm də ki, lider olanda alt komandadan
direkt öz dəvətlərinizdən və ümumi olaraq komandadan ən çox gəlir yazılır. Liderlik ona görə lazımdır və bizdə karyeradan düşmək yoxdur deyənə, biz də hamı o lider olmağa can atır ki, yəni mən onsuz da faizdən düşməyəcəm. Bir dəfə lider olacağam, ömürlük olaraq bu karyera mənimdir. Ersaq şirkəti yeganə şirkətdir ki, müdürlüyü də almır. Müdürsənsə ömürlük müdürsən. O halda müdürlüyü alır ki, müdür aşırı dərəcədə yanlış bir hərəkət, çox böyük bir yanlış eləyərsə və şirkət heç vaxtı da müdürünü ekibin ayağına da vermir. Sən əgər çox böyük yanlış bir hərəkət eləmisənsə, o halda o müdür problem yaşaya bilər şirkətlə. Yoxsa belə ciddi problemlər olmayana qədər yəni müdür axıra qədər burada müdür olaraq qalır. Yəni səhvlər eləməməlisən də bir sözlə. Müdür axıra qədər burada müdür olaraq qalır. Yəni ömürlük karyeradır da Ersaq şirkətində. Ona görə də bizdə karyeraya qalxmaq sərf eləyir Ersaq şirkətində. Məsələn, bizdə axı 2 ayın xalı toplanır da, indi lider olmuşsa bilirsiniz də, 2 ayın xalı ilə lider oluruq da biz. Həmən o adam da, məsələn, altdan gəlirsə, o yuxarıdakı adamı da lider eləyəcək də o. Amma gətirir onu lider eləsə də, növbəti aya keçəndə, növbəti ayda onu salır 27-yə. Çünki bu liderin, üstəki lider yan qol eləməyib. Təsəvvür eləyin ki, əgər tutaq ki, yan qol eləmədən bu ədalətli olarmı? Məsələn, bir alt komanda işləyib, indi göstərim sizə mən. Görürsünüz ekranı? Görürük. Ağ vərəqi görürsünüz də yəqin ki. Bax ki, bax, bu sizsiz və bu sizsiz. Bir nəfər üzv yazdırmışsınız. O da başlayıb işləməyə, o da bir nəfər üzv yazdırıb. O öz komandasının şəbəkəsini başlayıb oluşturmağa. Heç bir şəbəkədə belə bir şey yoxdur ki, sən bircə nəfər adam gətir dəvət elə və özün yan qol eləmə, yan qol olmasın. Və sən bir nəfər qoldan şəbəkədən pul qazan. Belə bir şey yoxdur. Belə bir şey nə vaxt ola bilər? Siz özünüz lidersinizsə, o bir qol lider olandan sonra yazdırdığınız bir dəvətdən pul qazana bilərsiniz. Müvəqqəti olaraq amma olacaq o. Mütləq siz yan qollarını artırmalısınız, mütləq şəkildə. Özü də günəş sistemi ən gözəl sistemdir. Nəyə görə? Bəzən bəzi şəbəkə sistemlərində 2 qolla bu deyirlər də, binar deyirlər, belə 2 qolla çalışmaları başı çıxmayan, məlumatı olmayan o avam insanlardan istifadə eləyirlər ki, narahat olma, 2 nəfər gətir, bəsdir. Amma o 2 qol, məsələn, 2 qolla gedirlər də, 2 qol, bu qol belənçinə uzanır 2 qolla, 2 qolu uzadırlar da, o uzaq başı ən yaxşı halda özünü öldürsün, 5 il, 6 il qazandıra bilər o adamları və oranın elə problemli şeyləri var ki, qolun biri birinə taraz olmalıdır, nə bilim, nə olmalıdır, qolun birindən verirlər, heç birindən vermirlər. Necə olur ki, insanlar ora uyur? Deyir ki, narahat olmayın, cəmi 2 nəfər adam gətirəcəksən. Və o gələn adamları da alt-alta verir, ancaq o qoldan gedir, o 2 qoldan gedir. Və bu da düzgün bir sistem deyil, müvəqqəti bir sistemdir, aldadıcı bir sistemdir. Bu sistemdə çalışan insanlar da, liderlər də, hətta güclü networkçülər belə 5-6 ildən sonra başqa şəbəkə şirkəti axtarmağa başlayırlar. Məsələ səbəb ondadır ki, nəyə görə şəbəkə şirkətlərində çalışan akulalar, güclü liderlər, niyə şirkət gəzirlər? Səbəb budur, belə bir səbəbdir. Tutaq ki, siz İndi mən buranı silirəm. Bir nəfər qol bir dəqiqə. Bir nəfər qol yazdırmışsınız. O bir qol işləyibdir. Bax, bu bir qolda inkişaf gedib də, düzdür? Nə oldu buna? Bir qolda inkişaf gedib də, düzdür? Bir qol inkişaf eləyibdir. O da adam gətirir, belə-belə. Bu da adam gətirir, belə-belə. Bunlar inkişaf gedib də, bir sözlə bu qol işləyir. Bu qol işləməyə başlayıbdır. Çünki bu adam şəbəkəsini düzgün qurub əvvəldən.
Bu insan şəbəkəsini. Çünki bu insan dayanmayıb. Dayanmadan ən azı şəbəkəsinə 3 nəfər, 5 nəfər daxil eləyib. Sadəcə 3 nəfərlə çox böyük iş görmək olar. Sadəcə 3 nəfərlə. Hətta məsələn, onlar da 3 nəfər gətiriblərsə və yaxud da heç 3 nəfər gətirməyiblər, bir nəfər gətirib biri, o birilər 3 nəfər gətirib biri. Yenə bu şəbəkə inkişaf eləmiş şəbəkə sayılır, qurulmuş şəbəkə sayılır. Və bu ikinci bu adam var ha. Bu adam isə işləməyibdi. Qol yoxdur. Qol yoxdursa bu insan qazana bilməz. Qazana bilməyəcək. Ona görə mütləq bu da öz şəbəkəsini qurmalıdır və bu insan da öz şəbəkəsini qurmalıdır. Və bu da sizsiz. Siz həm buradakı şəbəkədən götürürsüz öz digər qollarınızdan. Həm də bu şəbəkə uzanmayıb, bunlardan da götürürsüz. Bütün şəbəkənizdən belə taxali şəkildə siz gəlir götürürsüz. Amma məsələn bu qol yuxarıdakının şəbəkəsindən götürə bilməz. Çünki bunun bu aşağıdakına aidiyyatı yoxdur. Hər kəs öz şəbəkəsindən gəlir götürür burada. Hər kəs öz şəbəkəsindən. Anladınızmı? Sonra nə demək dəqiq sizə başa salım bir dəqiqə. Hə, bax onu deyirdim ki, tutaq ki, qolun biri bax qolun bu yazılan qoldur. Tutaq ki, bu qolunda da inkişaf bu qolda gedibsə, bu adam, yəni bax bu insan ya mütləq əvvəldən şəbəkəsini qurmalı idi. Başlayanda 3-4 nəfərlə başlamalıdır, 2 nəfərlə başlamalıydı tutaq ki. Ya da ki, düzgün inkişaf getsin deyə, yaxşı inkişaf getsin deyə. Ya da ki, bu adam gəlib bir ayın içərisində, eyni ayın içərisində liderliyə gedirlər. Bu adam eyni ayda lider olurlar. Ola bilər 2 aya lider olub, amma liderlikləri bu lider olanda bunu da liderliyə aparır. Bunu müvəqqəti lider eləyəcək. Növbəti aya keçəndə ay dəyişiləndə və bu insan düşəcək 27%-ə, qalacaq 27-də. Bu amma olacaq lider, 33%lik lider. Ona görə də bu insan da ya əlavə olaraq eyni ayda bu lider altdakı lider çıxanda bu insan yan qoldan 50 puan eləməlidir. Özü də vurub alıb, öz koduna vurub eləyə bilər. Yan qollarından da eləyə bilər, dəvətlərlə. Özü də eləyə bilər öz koduna. Ya dəvət eləməlidir, ya da özü eləməlidir ki, eyni ayda lider çıxsınlar. Tutaq ki, deyək, ən pis ehtimalda eləmədi. O 1000 manatı eləyə bilmədi da, 50 puanı eləyə bilmədi. Onda nə olur? Yuxarıdakı həmən o 27%-ə düşən lider növbəti aylarda yenə 4000 manatlıq dövriyyəsini təşkil eləyərsə, 4000 manatlıq dövriyyəsini təşkil eləyərsə, yenə də o özü də amma əlavə eləməlidir da onu, əlavə. O altdakı lideri qoymalıdır kənara. Əlavə qoldan 4000 manatını təşkil eləməlidir 2 ayın içərisində. Onda yenə o lider olacaq. O biri aylarda və altındakı bu biri liderdən də gəlirini götürəcək. Amma yaxşı olar ki, elə qabaqcadan lider olsun, o problemi yaşamasın. Elə əvvəldən şəbəkəni düzgün qurmaq lazımdır. Və günəş sistemi ən mükəmməl şəbəkə qurmaq üçün, özünüzü mükəmməlləşdirmək üçün. Çünki məntiqlə düşünün, şirkət görür ki, tutaq ki, Vüsalənin şəbəkəsində özünə bağlı günəşini bu insan daha çox çalışıbdır. Çünki özünə bağlı günəş çoxdur və yaxud da ki 3-5 nəfər adam yazdırıb dərinlikdən puan gəlib. Bu adam elə 2-3 nəfər yazdırıb dərinlikdən puan gəlib. Bir də var ki, görür ki, bu adam 10 nəfər adam yazdırıb, 20 nəfər adam yazdırıb, 30 nəfər adam yazdırıb və o günəşindən gəlib və o sizin özünüzün gücünüz deməkdir, öz gücünüz deməkdir və bu möhtəşəmdir. Bu top batmazdır. Bu şəbəkəni siz qura bilsəz, bunu bacarsaz, inanın ki, çox mükəmməl, super bir şəbəkə qurmuş olacaqsınız və necə deyim, belə ən güclü liderlərdən sayılacaqsınız. Amma məsələn, bunu binar sistemində eləmək, yəni bu günəşin verdiyi effektlə eyni deyil. Binarın verdiyi sistemlə günəşin verdiyi sistem eyni deyil. Günəşdə sizin həm maddi baxımından bu mükəmməldir, həm də özünüzün bir lider kimi formalaşmağınızda bu mükəmməl bir şeydir. Fikrimi yəqin ki, izah eləyə bilirəm. İzah eləyə bilirəmmi fikrimi?
Bəli, Necəsiz ay Vüsalə lider? xanım, eşidirik. Bəli, Vüsalə xanım, Danış, aydındır. Necəsiz? danışın. İndi siz Mənim yeni sual, üzvümün biri də fikirlərinizi gəldi, Vüsalə xanım. lap yaxşı. İranə, Bəli, onun yeni üzv karyeradır yoxdur. bura. Lalə xanım, bu liderlər toplantısıdır. Liderlər Bəli. toplantısıdır. Bu 10 karyerləri bura salmaq lazım deyildi. Axı mən Özüm demişəm dünən bura. saldım, Vüsalə xanım. Qoy məlumatları olsun da hər şeydən. Onsuz burada elə də adam yoxdur, özümüzük. Heç Yox, mən liderlər sağ burada var ki, 5-6 liderük də. Hə, sonra indi şirkət nə edibdi? Şirkət təzə bir qayda qanun çıxardıbdı. Birincisi bizim gəldik, çıxdıq bizim inkişafımıza. Biz nə etməliyik ki, inkişaf eləməliyik. Network elə bir iş sistemidir ki, konkret olaraq bir yol yoxdur ki, sən mütləq bu yolla, çünki network elə bir iş sistemidir ki, burada hər kəsin tərzi fərqlidir. Hər kəsin bir üslubu var, müxtəlif üslublar var burada. Kim hansı üslubla çalışmaq istəyir? Məsələn, elə şəbəkəçi insanlar var ki, deyir ki, Vüsalə xanım, mənə məhsul haqqında ümumiyyətlə məlumat verməyin, maraqlı deyil mənə. Mənə gətir strukturunu göstər, şəbəkəni göstər, mən buradan nə qazanacam və necə qazanacam. İnsan da var ki, deyir ki, Vüsalə xanım, mənim başımı baltanın da altına qoysan, sənin məhsulundan mən nəticə almasam, heç kimə demərəm. Demərəm, deməyəcəm. Mütləq özüm məhsulu tanımalıyam. Məhsul haqqında mənə gəl məlumat ver. Elə məsələn, türklər necə işləyirlər? Bir türk müdür gəlmişdi. Mən bunu dəfələrlə, liderlərimiz bunu bəlkə dəfələrlə eşidirlər, amma aramızda yeni insanlar var, yeni liderlərimiz var. Onlar da eşitsinlər istəyirəm. Mən ona soruşdum ki, müdürdür. Müdürdür və şəbəkəsində özündən başqa 4 dənə müdür var. Lider yox ha. Liderlik karyerası ayrı karyeradır, müdürlük karyerası ayrı karyeradır. Müdürlər bütün dərinlikdən pul götürür Ersaq şirkətində. 4 müdürü var. 5-ci müdürüm yoldadır dedi. Onunla işləyirəm, onu hazırlaşdırıram. 5 dənə müdür çıxarsam, mən bölgə müdürü səviyyəsinə qalxacam. Bu bölgə Ersaqda olan bölgə müdürü səviyyəsi, bu marketlərdə olan bölgə müdürlərindən deyil ha. Bu ucu başqa bir şeydir. Yəni bölgə müdürünün ən azı, ən ölü gəliri 15 mindir, 10 mindir. Ən aşağısı, yəni ən zəif bölgə müdürü. Təxmini deyirəm, bəlkə daha çoxdur. Nə deyirdim? Nədən danışırdım? Hə, Türkiyə Türk müdürdən liderlərindən Türk danışırdı. müdürdən soruşdum. Türk müdür dedi ki, Vüsalə xanım, hər gün ən azı 3 evə gedirəm. Bunlar ancaq ev toplantıları ilə çalışırlar, evlərə gedirlər. Qadınlar, məsələn, müəyyən qədər, məsələn, biz sizi komandamıza daxil eləmişik də, düzdür? Məsələn, mən çoxlarınızı tanımıram. Sizin heç biriniz mənim heç nəyim deyilsiz. Nə bacım deyilsiz, nə qohumum deyilsiz. Aranızda bir nəfər belə yoxdur ki, mən deyim ki, o mənim filan kəsimdir. Yoxdur. Müəyyən bir adamlarla şəbəkəmizə təsadüfənmi deyim, qarşılaşmamız nəticəsindəmi deyim, komandamıza məsələn mənim əmimin yoldaşını qoşmuşam. Onun sayəsində aranızda olan bəzi ekiplərimiz onun ekipləridir məsələn. Sonra sosial şəbəkə vasitəsilə Sevil xanımla tanış olmuşuq. Sizin bəziləriniz Sevil xanımın ekibidir. Bu şəkildə bizim şəbəkə qurulubdur, düzdür? Və nə edirlər? Həmin o xanımlara deyirlər ki, sən evində qonum qonşun, tanış biliş adamların, o adamlar ki, onlar həqiqətən də pul qazanmaq istəyirlər. Para kazanmak istiyor musun? Evet, istiyorum. O zaman evində 3 nəfər çox lazım deyil. Çünki çox olanda adam çox olur və orada ağız deyəni qulaq eşitmir, qeyri-ciddiyyət olur, amma adam az olanda konkret şəkildə gedirsən, məlumat ver. Məsələn, biz müdürlər, Sevil xanım da bilir, digər liderlərimiz də bilir, dəfələrlə getmişik. 3 evə gedirəm dedi. Hər gün 3 evə gedirəm. Və oradan qeydiyyatlar aparıb şəbəkəmi bu şəkildə böyüdürəm. Biz bunu Azərbaycanda da
eləmişik, amma artıq bir müddətdir ki, mən ev toplantılarına getmirəm. Bunu Azərbaycanda burada da Vüsale xanım, bəli, axşamınız xeyir olsun. Bir daha axşamınız xeyir. salamlayıram. Bütün üzvlərimizi, öncülərimizi salamlayıram. Əslində ən Axşamınız. dərin ekiblər də ev toplantısında olandır. Yəni kimlər ev Bəli. toplantısı yönəldirsə, məsələn, indi hər gün eləməyin, eyb yox. İmkanınız varsa, ayda 2 dəfə, 3 dəfə eləyin. O da bilirsiniz Vüsale xanım nəyi deyir? Yəni ev toplantısı gedib hər hansı bir insanın qapısını qəfil döyüb demirsən mən gəlmişəm. Bəli, hər kəs öz tanışını, xalasını, bacısını, qonşusunu bir yerə bir çay süfrəsi edir. Deyir ki, məsələn də çox yeni bir şirkət var, yeni məhsulları var. Gəlin bu məhsulları tanıyaq və çox gözəl buranın qazanc sistemi də var. Dəvət eləyək, xanımlar gəlsin. Yəni onlardan bir icazə alır. İcazə aldıqdan sonra həmin məsələn biz getdiyimiz toplantılarda onların ekibləri daha dərin olur. Çünki onlar həm sual verəndə cavabını dəqiq alırlar, həm də səni diqqətlə qulaq asırlar. Sən də onları diqqətlə qulaq asaraq başa düşürsən ki, bu insanların tələbatı nədir? Sən onlara nə çatdıra bilərsən? Çünki yaxın Bəli. təmas qurursunuz. Ona görə də Düzdür. sizlər mütləqdir ki, bu toplantıları edəsiz. Heç olma, bu sizə dönüş olacaq, gözəl dönüş olacaq. Çünki biz bunu etmişik. Biz Bəli. etmişik, nəticəni də görmüşük. Bir də ki, rahatdır, yəni bu iş həm də Çox rahat bir rahatdır. işdir. Bəli. Yəni həm mədəni işdir, həm də rahat bir işdir. Yəni gedib biz yad adamın qapısını döymürük. Siz özünüz tanıdığınız kimi, sən pul qazanmaq istəyən adamları deyirsən ki, bax məsələn gəl belə bir adam gələcək, pul qazanmaq üçün bizə öyrədəcək də, tutaq ki, başa Məsələn, salacaq. hər bir qadının burada götürsək hamımızın yaxın bir 3-4 yaxın dostu var və yaxud nə bilim qardaşının yoldaşı var və yaxud baldızı var. Yəni yaxın həmin sözü keçəcək ki, məsələn Sevinç xanım və məsələn Rəsmiyə xanım, siz 6-cı gün bizə gələ bilərsiniz. Məsələn o da deyər ki, ay Sevil, məsələn nəyə görə? Biz belə bir iş var, mən istəyirəm ki, siz orada olasınız. Mənə görə orada olasınız. Onlar gəlib orada artıq başqa bir ab-hava görəcəklər. Onlar artıq başqa düşüncə ilə daha yaxşı yanaşacaq. Niyə? Çünki baxın, mən evdə danışarkən mənim övladlarım, mənim qardaşım, mən ciddi almırlar məni. Məni ciddi almırlar. Amma Vüsale xanım gəlib danışanda o insanı ciddi alırlar. Nəyə görə? Çünki onlar, mən hər gün danışıram, səmimidirlər. Mənlə səmimidirlər. Məni zarafat eləyirlər məndən. Mənə hələ tam ciddi yanaşmırlar. Amma mütləqdir ki, qıraqdan biri, elə uşaqlara da aiddir, bu böyüklərə də aiddir. Sən uşağa deyirsən ki, bunu etmə zərərlidir, edir, amma çöldə kimsə ona deyəndə ki, bunu etmə zərərlidir, deyir, filan kəs mənə deyir ki, bu zərərlidir, mən daha bunu istəmirəm. Çünki insanın yaradılışı belədir. Ona görə də biz də bu işi bunun üzərində qururuq. Təmas, bu iş təmas işidir. Məsələn, bu işdə sizin durduğunuz yer var, sonra aşağı düşmək var, aşağı düşürsüz. Bu iş belədir də, işi qurursunuz, dərinliklərə gedir. Dərinliklərdə bəzi insanlar deyirlər ki, yox, çox adama danışdım, bu oldu, o oldu, alınmadı. O insanın iradəsidir. İradəsi, özün öz iradəvi sınayırsan. Sonra bir də qalxırsan yuxarı. Bax, o yuxarı qalxanda artıq bu sənin uğurundur. Çünki sən o iradəni qırdın, qalmadın orada. Kim qırmırsa qalır orada. Amma kim ki geri qalxır həmin o başladığı yerə, geri qalxır. Sanki təzədən başlayıb. Bax, artıq o bu işin dərinliyini qurub. O onun üçün çalışır. O da ona gəlir verəcək. Mütləqdir ki, verəcək. Yəni bu işdə qazanc öz əlinizdədir. Belə deyək də, indi bax məsələn, tutaq ki, Dürdanə xanım qoşulmadı biz ekibimizə, yoxdur deyək. Dürdanə xanım yoxdursa, biz bu işi görməyəcəyik, görəcəyik. Mən bu işdə varam. Dürdanə olmadığına görə, Dürdanənin yaxın ətrafını mən komandama ər geç mən daxil eləyəcəm.
Amma Dürdanə bu işdə olduğuna görə, Dürdanə öz ətrafını özü daxil eləyəcək komandasına. Məsələ budur. Yəni biz onsuz da bu işdə varıq, amma bu iş belə bir işdir ki, özü də Ersaq elə bir şirkətdir ki, xanımlar, yəni bu sözü mən deyirəm, burdan elə anlaşılmasın ki, biz bu şirkətdə çalışırıq deyə bu şirkəti belə qaldırıb qoymuşuq dağın başına. Yox. Bayaq boşuna demədim ki, mən özümə gözəl deməklə mən gözəl olmadım. Mən özümə dünyanın ən ağıllı insanıyam deməklə mən ağıllı olmadım. Bunu sözlə demək asan deyil, bunu əməldə göstərəndə həqiqətən də görəndə bu doğrudan da belədir. Onda o şeyin dəyəri olur. Onda o şey həqiqətən də deyirlər ki, hə, bu doğrudan da deyildiyi qədər dəyərlidir. Dəyərli bir şirkətdir. Bax, məhz Ersaq şirkəti, inanın elə bir şirkətdir ki, bir gün sizin bu şirkətdə olmanız birincisi, sizin bu şirkətdə olmayan adamlarla müqayisədə 1-0 siz öndəsiz. Siz öndəsiz və niyə də sizlər hər biriniz bizlərin Qazaxlardan, Qırğızlardan, Özbəklərdən nəyimiz əksikdir ki, biz hər birimiz burada müdür olacaq insanlarıq. Hər birimiz. İnanın buna. Niyə də biz müdür olmaq deyəndə ki, nəyə görə müdür olmalıyıq? Gəlirimizi artırmaq üçün. Çünki şirkət bunu verir bizə. Hə. Bu karyera belə bir karyeradır. Vüsələ Gəliri xanım, artırmaq üçün müdür baxın, olmaq lazım. əgər bir lider olmusansa, lider olmusunuz. Məsələn, baxın nə qədər maşallah yeni liderlərimiz var, hələ çoxsu qoşulmayıblar. Maşallah. Hə. Maşallah. Yəni lider olmusansa, sən artıq bu işin içərisindəsən. Sən artıq bu işi bacarmısan, Bəli. olmusan. Sən artıq Bilməyəndən 1-0 sən öndəsən. Bəli. Bilməyəndən sən öndəsən. Artıq lider nəyə hazırlaşır? Artıq lider özünə 5 dənə bağlı lider yetişdirməyə hazırlaşır ki, Bəli. bronzluğa getsin və o liderlər də ardıcdan gətirsin. Bizdə də belə Bəli, bir bəli. sual yaranır. Məsələn, mən bronz olanda nə olacaq? Əlbəttə ki, bronz oldu, siz artıq müdür adayısınız. Artıq müdürlüyə addım atırsınız. Ora hazırlaşırsınız. İstər insanlarla təcrübə qazanırsınız, iş təcrübəsi qazanırsınız, sistemləri yaxşı öyrənirsiniz, məhsulları öyrənirsiniz, insanlarla gözəl təmas qurursunuz, geniş çevrə əldə edirsiniz. Bu artıq müdürlüyə hazırlaşırsınız. Yəni bu bir ayın içində olan bir şey də deyil, 5 ayın içində də olan bir şey deyil. Dərin bir komanda, gözəl bir komanda ilə vaxt. Amma sizdən nə gedir ki? Sizdən şirkət nə istəyir? Sizdən şirkət demir ki, sadəcə mənə düzgün gün ərzində 3 saat vaxt ayır. 3 saat vaxt ayır. Vəssalam, siz bu 3 saatınızla gələcəyə gözəl bir iş qurursunuz. Bəli. Bəli, Və bu iş limitsizdir. Sizə heç kim deməyəcək ki, özünüzün əlindədir. Onu 5000 də edərsiniz, 500 də edərsiniz, 5 manat da edərsiniz. Yəni bunlar sizin öz əlinizdə olan bir şeydir. Çətindirmi? Xeyr. Ersaq nəyə görə çətin deyil? Ona görə çətin deyil ki, Ersağın məhsulu öndədir. Sənin üzünü Bəli. ağ edir. Səni irəli aparan məhsuldur. Çünki sən məhsulun satışını daha çox edə bilirsən. Çünki şampunları alan yenə şampun alır səndən, paraşok alan yenə paraşok alır. Yəni daim bu məhsullar istifadə olunduğuna görə sən Ersaqdasan. Bəli. Yalnız qalır çalışmalar. Çalışmaları necə edək? Biz necə etmişik? Bizdən öyrənərək edəcəksiniz. Yəni biz öyrənmişik. Məsələn, liderlər var ki, sistemi bilmirlər. Öyrənmək də istəmirlər. Yəni çox sadə bir sistemdir. Özdə Ersağın sistemi qəliz sistem deyil. Çox sadə sistemdir. Onu sadəcə gözəl öyrənmək lazımdır. Çox balaca bir şeydir. Və ona əlbəttə ki, siz bir günə, 2 günə yox. İnsan çalışdıqca çox şey biz hələ də öyrənirik. Baxın, hələ də bizlər şirkətimizdən öyrənirik, müdürlərdən öyrənirik, türk müdürlərindən öyrənirik, rus müdürlərindən öyrənirik. Bu daim öyrənirik də. Bu başqadır. Bu özümüzü təkmilləşdiririk də. Bu hasant bir şeydir. Amma baxın, liderlər var ki, məsələn, onlar nədə çətinlik çəkirlər? Bizə o haqda bildirsinlər. Biz də bilək ki, onlarla necə çalışaq. Bəli.
Desinlər, sualı olanlar versin, öz çətinliyi olanlar danışsınlar, Komanda toplamaq açsınlar. üçün çətinlik çəkirəm, bir yerə çıxmıram. Mən neyim? Nə üçün? Nə ilə bağlı? Kimdir o? Kimdir danışan? Başladı kamera. Kim? Mərziyə. Mərziyə Ha, xanım. Mərziyə xanım. Mənim liderimdir. Hə, lap yaxşı. Çətinlik Mərziyə xanım, komanda toplamaq üçün. nə Evdə edirsiniz? Nə iş görmüsünüz komanda qurmaq üçün? Hansı işləri görmüsünüz? hər bir iş görürəm. Dürdana xanım yaxşı bilir. Amma ki, Məsələn, məsələn üçün dəvət Elə, edirəm, gəlir. elə Bir yaxşı dəfə çevrəsi var, marketdə onun ardı yaxınları, qohumları davam var. eləmir. Davam eləmir. yəni qoşursuz davam eləmir. Davam Söz etmirlər. verir, yox. davam. Bilirsiniz nəyə görə davam eləmirlər? Bax, bəs mən nəyə görə barbar bütün günü qruplarda boğazımı cırıram ki, girən özünüz öz komandalarınızı seminarlara sövq edin. Qoşan momentdə ki, qoşdunuz, qoşuldu, qeydiyyata düşdü, zakazını da keçdi. O adama demək lazımdır ki, bax, xeyirli uğurlu olsun, təbrik edirəm səni, başladın, uğurların bol olsun, artıq başlamaq vaxtıdır. Sən və bilirsiniz nə deməlisiniz ona? Sənin etmən gərəkən, artıq bundan sonra etmən gərəkən ilk 24 saat ərzində gələn məhsulu açırsan, birincisi açanda çalış ondan bir video çək. Ondan əlavə açıb istifadə elə hansısa bir məhsulu istifadə edirsən və etdiyin məhsul haqqında video çəkirsən, ola bilər üzünü göstərmək istəmirsən, əlində çək göstər. Əlini çək, danış məhsul haqqında, bunu paylaş və bir məhsul haqqında ilk 24 saat ərzində bir məhsul haqqında qonumuna, qonşuna, tanışına, kiməsə məlumat verirsən, məhsulu tanıdırsan 24 saat ərzində. Bunları yazın. Yadınızdan çıxmasın. Və ilk 24 saat ərzində bir dənə yeni üzvü nə edirsən elə bir dənə yeni üzv gətirməlisən. İlk 24 saat ərzində çünki bu yəni belə deyim də, bizim izlədiyimizə görə, gördüklərimizə görə 6 ildir, 7 ildir də bu işlə məşğuluq da 2018-dən. Həmən hərəkətə keçən insanlar uğurludur. Yoxsa ki, hələ bu məhsulum əşi baxdım, hə. Qoy görüm baxaram, bir üstündən bir həftə keçsin, bir 3-4 gün keçsin, görüm nə olur. Bu bir. Bundan əlavə o üzvə deməlisən ki, sən bunları da eləməlisən. Yoxsa hər axşam olmasa da gün aşırı, bir gündən bir, ola bilər bəzən bir həftədən bir qrupa link atılır. Onlayn link. Link atılmasa belə gələn yeni üzvlərə biz onsuz da linklər atırıq. Hazır onlayn seminarlar, sistemdə YouTube seminarları gündəlik atılır da onsuz da bunlar qrupa. Onlar atılmasa belə hər gün məhsul haqqında atılır, nələrsə haqqında atılır. Sən gir bunları öyrən, gir bunlara bax. Sən öyrən ki, hərəkətə keçəsən. O gətirdiyiniz adam axı öyrənmir, hərəkətə keçmək üçün heç nə eləmir. Bilirsiniz, Vüsalə xanım, bilirsiniz ən çox məsələ nədədir? Ən çox məsələ ondadır ki, gətirdiyiniz insanla daim təmas olmalısan, təmas qurmalısan. Bir damcı onlardan Götürməməlisən. uzaqlaşsan, bəli, onlar dayanmayıblar, siz dayanmısınız. Mən həmişə deyirəm, əgər sizin komanda dayanırsa, siz 5 insan yetişdirmişsə, o 5 insanın 5-i də dayanıbsa, deməli siz dayanmısınız. Siz özünüzü inkişaf elətdirməlisiniz. Siz təması artırmalısınız, qayğını artırmalısınız, sevgini artırmalısınız, danışıq üslubunu dəyişməlisiniz. Nəsə etməlisiniz ki, o insanlar siz onlarla danışmayanda onlar sizdən ötürü darıxsınlar. Yəni siz özünüzün təkrarını yaratmalısınız. Bu bir. İkinci, komandanı quranda, məsələn, 1-2 insan gəlir, yazılır, məhsul götürür, onlar satışla məşğul olurlar. Siz satışla məşğul olan insanlarla, iş quran insanları ayırt etməlisiniz. Bir. İkinci, satışa insanları çox yönəltməyin. Onlar bir dəfə alacaqlar, məhsulu 2 dəfə, 3-cü dəfə görsələr ki, siz o məhsulu ona hədiyyəsiz təqdim edirsiniz, siz komandanıza ona öyrətməlisiniz ki, baxın, siz burada işləmək, pul qazanmaq istəyirsinizsə, şirkətimizin qanununu satın. Şirkətimizin qayda qanununu təqdim edin. Sizin işiniz budur. Siz hədiyyə qədər, siz endirimlərə qədər,
siz insanları belə yönəldin. Yoxsa siz onları satışa yönəltsəz, filan kəs gəldi, aldı məndən, apardı, satdı, gətirdi, yenə getdi, apardı, satdı, gətirdi. Məsələ elə Mən odur da, ona görə baxın, qoşulmaq o istəmirlər. Satış insanların məsələsi də komandaları yoxdur. dərin olmur. Dərin olmur. Siz həmin Mərzə insan xanımı qoşulanda ona demək lazımdır ki, sən satırsansa bu gün qazanırsan. Sabah qazanmayacaqsan. Sabah sən onu başa salan insan qazanacaq. Şirkəti ona sevindim. düzgün məlumat verən insan qazanacaq. Həmin adam da səni buraxıb ona Bir şey gedəcək. deyim, Mərziyə xanım, siz Bəli. lidersiniz Ersaq şirkətində. Hər ay Bəli. evinizin alış-verişini eləyirsiniz Ersaqdan. Bəli. Bəli, Hər bəli. ay, Bəli, hər ay eləyirəm. eləyirsiniz. Özdəki gələn hədiyyələrdə Dürdana xanım yaxşı bilir. Danışdığım adama, göstərdiyim adama, təqdim elədiyimlərimə hamısına hədiyyə vermişəm. Mən hədiyyə verməkdən bezmişəm. Elə yox ki, çevrəsi də var Mərzə xanıma. Bəli. Çevrəsi çoxdur da. Daimi hədiyyə də vermirəm. Təqdim nə qədər edir, güzel. onlara təqdim edir. Elə bil ki, bu adamlar, bu insanlar deyir ki, səndən alacağıma gedib başqa yerdən alım. O dərəcədə Özün bilirsən ki, elə də satışım da yoxdur, hamısı evimdədir. Yəni gəlinə, qıza, İnsanlarda o dərəcə təqdim qısqanc- elədiyim insanlara Siz- hədiyyə vermişəm. Yox, sizə bir söz deyim mi? Siz Bəli. məhsulu hədiyyə verib məhsulunuzu dəyərsizləşdirməyin. Bir. Saxlamışam, vermirəm. Bir dəfə, Baxın, ikinci dəfə olmaz. məhsulunuzu eləmişik əvvəllər. dəyərsizləşdirməyin bir. Ya, İkinci ikinci dəfə məhsulu olmaz. açın, balaca qablarda verin, toxunsun. Sadəcə 2 dəfə toxunsun ona. Bir Çox dəfə, verməyin. ikinci dəfəsini də vermirəm. Birinci də, bir dəfə. Bir Balaca dəfə, bir bir flakon məhsulu qablardan. 10 dənə Bəli. qaba bölün, balaca On verin. belə, Bax belə qida, verin. qida əlavələrin qablarında hədiyyə eləyirəm. Stəkan 2 Olmaz. elə bil ki, bir stəkanı 2 yerə bölürəm və yaxud 3 yerə bölürəm. Elə verirəm ki, ikinci dəfə istəyəndə yoxdur. Yəni elə Yox, adam var qida ki, əlavələrindən Dürdana heç xanım hədiyyə bilir, verməyin. Heç o hədiyyə boş verməyin. qablarına, Amma boş yuyucu qablarına töküb vasitələrdən verirəm. verin. Yəni bütün banyoda, nə bilim, genel təmizləyicidir, damladır, hərəsindən mən verəndə biraz verirəm, çox yox. Adi masaj bal kremi verəndə Amma bir siz dəfə, elə ikinci bilməyin ki, dəfə onlar vermirəm. sizə dönüş olmayacaq Məziyə xanım. Onlar sizin yatırımınızdır. Əcəb. Onlar sizə dönəcəklər. Siz onlara yatırım biz edirsiniz. də onu yaşamışıq. Bir neçəsi kimliyim verib gözləmişəm ki, hansı gün gəl mal keçək, belə eləyək, filan eləyək. Deyib ki, sən qeydiyyat elə, mən sonra keçərəm, mən onun kimliyini qaytarmışam. O haçansa, mən onun ayağı, məsələn üçün, düşən deyirəm. Biraz da artıq danışsan, nəsə belə adama bir tər baxır. Mərzə Hələ- xanım, Tamam. baxın sizə bir söz deyim. Burada hamımız qurmuşuq da bu işi. Siz Müsalə şəhər hamımız yerindəsiniz, xanım. Yox, Xeyirli olsun. elə Amma biz deyil. kənddəyik. Yox, elə Kənddə deyil. olduğumuza görə Yox, işin yox. salmaq çətindir. Vacib deyil ki, siz iminlə kənddə qurasınız. Sizin ətrafınızda insanlar var ki, başqa yerlərdə də yaşayırlar. Qohumlarınız var. Hamı kənddə yaşamır. Qıraqda olanlar da var. Evet. Obşan, Çoxdur. yenə Az də deyil. çoxdur, bəli. Yenə də siz Bax, özünüzü pəs etməyin. Mən o dediyim var, yuxarı Hə. nöqtədən düşürsüz aşağı, aşağılarda iradənizi salmayın. Bir də qalxacaqsınız. Yəni siz onu İnşallah, aparacaqsınız. Mərziyə xanım, Bəli. bu klimbal masaj kremi var, valla bir dənə Bəli. onunla komanda qurarsınız. O bilirsiniz nə gözəl adam gətirir, Bax, klimbal masaj xanım, kremi. diş ağrıyır, gəlir. Məmnuniyet Mərzə xanım ondan. Ümumiyyətlə, mənim əvvəldən tibb işindən yaxşı başım çıxdığına görə məhəllənin aptekiyəm. Amma indi hərəsinə bir dəfə verirəm, ikinci dəfə vermirəm, yoxdur. Vermirəm, yoxdur daha. Bir dəfə, ikinci dəfə yox. Yəni ancaq bir dəfə olardı, 2 dəfə mən niyə doyucu mən bunu Bəli, düz eləyirsiniz. Siz vermirəm, bir dəfə. işinizə davam İkinci dəfə eləyin. vermirəm. Yəni o qayda Siz Yox, davam eləyin. Bilmirəm, davam eləyirəm, hər ay malımı keçirəm, evimə lazım olan nələr varsa hamısını. İndi hədiyyə verməyi də yığışdırmışam. Öz qızıma, gəlinimə. Onlara verirəm, başqalarına kənara vermirəm. Yəni onların da malları mən keçirəm, onlara lazım olan şeyləri də Siz verirəm. öz qızlarınızı, öz ailənizi qoşmusunuz. Bəli, bəli. Qoşmamışam, birdən mən eləyirəm, onlar üçün də verirəm.
Yəni hələ Onlar da komanda Mərziyə xanım komanda Bəli. qurmalıdır da. Birinci Mərziyə dəfə xanım o komandanı liderdir qurmalıdır. də, liderdir, amma Liderdir, bəli. lider Komanda olur. qura bilər. Birinci dəfə Komanda qura gəlinim bilər. qoşmuşdum. Gəlinimdən qoşa gəlmişdim. Durdana xanım bilir. Birinci Mərziyə dəfə xanım, onunla siz qoşa hansı rayonda gəlmişdim. yaşayırsınız? Masallı. Masallıda. Masallıya seminara gələcək inşallah Allahın izni ilə. Siz indidən İnşallah. orada, indidən O- toxumları səpin ki, biz gələndə onlara siz deyə biləsiniz də. Siz onlara deyə biləsiniz ki, Gəlginən filan yerdə seminardır. Siz indidən onları Gətirəmiz. hazırlamalısınız. Axşamınız xeyir. İnşallah. Axşamınız xeyir. Axşamınız. Necəsiz? Mən Göyçaydan Ayda. Qoşuldum elə Hə, indiri var. Ayda xanım. Necəsiz? Nə var, nə yox? Axşamınız Yaxşı, xeyir Ayda Ayda xanım. Siz xanım. necəsiz? Çox sağ olun, çox sağ olun, yaxşıyam. Onu xanım düz deyir ki, seminarın çox böyük rolu olur adamın nətədimi bu işi başlamaqda. Mən уже bir 3-4 aydır da bu buranın üzvü idim. Musiqi məktəbindən Könül müəllimə məni salmışdı. Bir dəfə Sevil xanım gəlib musiqi məktəbinə gəlmişdilər. Orada görüşmüşdü. Məryəm xanım idi, Sevil xanım idi. Sonra sözün düzü özümə alırdım hər şeyi, amma yəni belə yaymaq kimi, artırmaq kimi belə bir fikrim yox idi. Sonra siz keçən ay seminara gəlmişdiniz Göyçaya. Bəli. Göyçayda siz seminarda gələndən sonra gəldim, gəlinimizi də götürdüm, apardım orada. Oturduq, nəsə qulaq asdıq, elədik. Doğrudan həvəs yarandı insanda. Gəldim ondan sonra Axırıncı başladım. seminar deyirsiniz. Axırıncı Bəli, getdiyiniz. Bəli, Aznara gəlmişdik Göyçaya. Bir Hə, ay hə. olar ya olmaz. Ondan sonra Bəli, gəldim. maşallah Ayda xanım çalışır. Çox gözəl də Yox, özü çalışır. 3 nəfər yazdırmışam. Yəni ikisi öz adımda var. Bəli. Bir də mənim Ayda üzvümün xanım. biri də bəli. Üzr istəyirəm, sözlə danışırsınız. Buyurun, buyurun. Bir sualım var sizə. Sualı soruşmaqda səbəbi odur ki, məqsədim odur Bəli. ki, ümumiyyətlə Ersaq şirkəti elə bir şirkətdir ki, bir insana nə Bəli. lazımdırsa, hamısı burada var. Var. Bəli. Hamısı burada Bəli. var. Yəni sağlamlıq istəyirsən, burada var. Pul istəyirsən, burada var. Şəxsi Bəli. inkişaf istəyirsən, burada var. Gəzmək istəyirsən, burada var. Hamısı burada var. Mən Bəli, bəli. sadəcə bilmək istəyirəm, sizin diqqətinizi nə çəkdi? Mən bura bir dənə, o sizin bir yox sözü, sərdən sizə qulaq asıram. Bir dənə krem balın eşkinə girmişəm bura. Yəni krem balın mənə dediyi Könül ki, çox gözəldir. Belə aldım, işlətdim, gördüm ki, nə gözəldir. Başladım bunu Seminarda, məktəbdə təbliğ edirəm. axırıncı Hayır, seminarda seminardan əvvəl. Axırıncı seminarda qurtarmışdım. Həmən günü Könül mənə krem bal gətirəcəkdi, ikinci krem balı. Aha. Dedi ki, ay, çox qəşəngdir, gəl belə elə. Könül özü də, yəni reklam kimi təbliğ eləyə bilmirdi da bu işi. Getdim məktəbə, sizin seminarın 1-2 gün sonra. İşə getdim, dedim, bilirsiniz nə gözəl bir şey var. Başladım bunu nə varsa, nəyə xeyirdirsə, məktəbdə yaydım. Ki, çox gözəldir, çox qəşəngdir. O dedi, ay, bahadır, nə bilim, nədir, bu birisi belə dedi. Sonra yavaş-yavaş həmin o baha deyən adamlar gördüm 3-4 gün bundan əvvəl mərcən girib ki, atamın ayağında tromp var, davanda şpor var, mən ona neyniyim? Dedim, gördü, Sevil xanım demiş, bu Ersaq Hamin qapısından girəcək içəri. Amma dedim, gecə tezi var dedim. İndi onlar da istəyirlər. İndi demişəm, yazdırmışam birini. İndi ikinci şağı keçməlidir. Birincini keçib Vəfa müəllimə. İndi Deməli, görək ki, sizlər, baxın Ayda xanım, deməli, Bəli. mütləq ev toplantıları. Məsələn, bax, Bəli. Melina xanım da var burada. Mən onu da dinləmək istəyərdim. Məsələn, onun da fikirlərini dinləmək istəyərdim. Ayda xanım, maşallah, maşallah, gələcəyin çox gözəl bir, bəli, lideri, ekibi olacaq. Mən buna əminəm, çalışmasından görürəm. Və Göyçay artıq pasilkalarımız, yəni kargolarımız da artıb. İvan müəllim deyir ki, gördünüz, seminarların etkisi var. Mütləq etmək lazımdır. İndi, məsələn, Dürdanə xanım da Masallıda gözləməməlidir. O da öz ekibi üçün özü getməlidir, ev toplantıları eləməlidir. Özdə Sevil xanım, bir söz deyim sizə. Bu ki, elə bir ki, məsələn, adi bir bizdən mal alırlar, məsələn, 30 manatı, 40 manatı, tabletkaları, yəni qida əlavələri 30-a, 40-a, 50-yə çıxır. Çox da gözəldir, maşallah. Çox gözəl. Mən effektlərin almışam hal-hazırda dəmir içmişəm. Yəni, mən kurkumini içmişəm, D-kalsi, omeqanı atmışam. Hamısı nəticəsində göndərmişdim qrupa. Yəni, qan artımı məndə olub, D vitaminim qalxıb, indi dəmir aldı məndə, ona görə dəmir atıram. Elə bir ki, kim ki mal almır, adi mal almır. Biz, məsələn, insanlarda belə bir şey var. Nəsə bir mal alanda, onun üstünə bir hədiyyə verəndə çox şirin gəlir adama. O adamı cəzb edir.
Mən məsələn 5 dənə hədiyyə götürmürəm və yaxud da 4 hədiyyə götürmürəm. Həmən o 40 manatlıq alan malı alan işçilərimə deyim də, mən işçilərə çox satıram. Aparım ki, hansını istəyirsən, nə hədiyyəsi istəyirsən. O hansına əlini uzatsa, onu o malın üstündə ona pay verirəm. Ki, yəni bu sənin 40 manata görə gəlib mənə. Bəli, O elə şeydə insanları belə cəlb eləyir, şirinlikdirir ki, yəni bəli, hədiyyə yaxşı şirin şeydir, hamı bəli. istəyir hədiyyəni. Hədiyyə şirindir. Bəli. Hə. Yəni o şeylə daha çox insanlar, amma onları yığıb saxlayanda o effekti almırsan. Elə bir dəfə alır, Bəli. ikinci dəfə almır. Sizə uğurlar olsun Ayda xanım Çox sağ olun, işinizdə çox hər sağ olun. gün. Ayda xanım, siz mən səhv etmirəmsə hələ lider deyilsiniz Ersağda, Yox. düzdür? Yox. Bu ay inşallah 15% olmalıyam. Az qalıb. İnşallah, Az qalıb. inşallah. Sabağa bir gün özüm də vurmalıyam. 2 dənə özüm də vurmalıdır. Mənim ayağımda olanlar. Ondan Hı hı. 15-ə qalxıram inşallah. Siz ekibinizi dərinləşdirin. Bayaq Müsalə xanım İnşallah. göstərdi. Siz indi İnşallah. dərinləşdirin ki, rahat öncü olasınız. Özünüz rahat öncü olasınız. Ondan sonra da 5 qol yaradasınız. Uğurlar İnşallah. sizə. Baxın, Çox indi sağ olun, Milena çox xanım sağ da olun. danışsın bizə, fikirlərini desin. Mən onu da çox öyrənmək istəyirəm ki. Sevil xanım, nə deyim sizə? Mən avqust ayından bir il tanış oldum. Amma ki avqust ayından aktiv elə bir satıcıyam. Çox xoşum gəlir. Bütün demək olar ki, bir 70-80% özüm istifadə eləmişəm. Məhsullardan, hamıdan da xoşum gəlir. Belə deyim də, hamıdan da yox, belə bir 70-80% superdir. 30% belə deyim də. Məsəl üçün özüm də almaram. Belə deyim də, dəqiq, düz olsun da söhbət. Hamıdır, ətrafımda adam çoxdur, qohum çoxdur, işdə adam çoxdur. Elə bil çoxu qohumlara elə onlara görə də lider olmuşam. Elə bil satış çox eləmişəm. Belə deyim də, bir 60% adamlara kimə mən demişəm, kimi reklam eləmişəm, təqdim eləmişəm, hamının elə bil xoşu gəlir. Belə deyim də, doğrudan da çox xoşu gəlir də məhsullardan. Amma ki, bəzi adamlar belə də alıblar, amma ki, geri dönüş eləmirlər. Kimsə deyir ki, məsəl üçün genel təmizlik hamının xoşu gəlir. Mənim də çox xoşum gəlir, evdə də istifadə edirəm. Kimsə deyir ki, məsəl üçün şampun yaxşı deyil, saç tökülmüşdü, ondan da çox tökülməyə başlayıb. Məndə də belə xarakter var ki, mənə nəsə pis deyəndə mən o adama geri dönüş eləmirəm. Bilmirəm, yaxşıdır, pisdir, belə. Amma ki, kimin xoşu gəlir, məsəl üçün ona lap çox təqdim eləyirəm də məhsulları. Sonra nə deyim sizə? Məsəl üçün də işdə rəfiqələrim. Deyirəm ki, bu yaxşıdır, bu superdir, nə bilim, onlar deyirlər, onlar özü də bilirlər ki, mən pis şeyi heç vaxt demərəm və özüm də pis şeydən, pis firmadan heç vaxt istifadə eləmərəm özüm. Və məsəl üçün alırlar. Deyirəm ki, alırsınız, istifadə eləyirsiniz, özünüz də yazılın da. Orada doğrudan da indi belə vaxtdır ki, heç kimə məsəl üçün belə artıq bu Cibi deşmir. hə də, hə. Baxışlayın da Azərbaycanca yaxşı danışmıram. Yox, başa düşürük, çox Başa gözəl düşürük. danışırsınız. Amma ki, deyirlər ki, məsəl üçün də, amma kimə sataq? Deyirlər ki, mən deyirəm, soruşurlar neçəyədir? Falan neçəyədir? Yox, çox bahadır, bu nədir? Biz nə bilim, bu məsəl üçün 15 manatdır, amma ki, mən 3-4 manat alıram, belə bir şey vardı. Məndə məsəl üçün, məndə məsəl üçün o problemdir. Özü də bilirsiniz necə, çox maraqlıdır. İmkansız adam alır. Amma ki, imkanlı adam, mənim ətrafımda imkanlı adam çoxdur. İmkanlı adam deyir ki, doğrudan da çox imkanlıdırlar.
Amma ki deyirlər ki, yox, xoşum gəlmir. Mən 100 manata şampun alıram, məsəl üçün tam. Almaniyanın şampunu da. O çox gözəldir. Mən də deyirəm ki, okey də, mən də istifadə vaxtında eləmişəm, gözəldir. Nə bilim, flakon da gözəldir, o vidi də gözəldir. O da çox şeydir də. Amma bu axı təbiidir. Bu təbiidir. Başa düşürsüz? Bu indi belə vaxtdır ki, o kimyadan uca qaçmaq lazımdır. Deyirəm, qulaq asırlar, amma ki, geri dönüş eləmirlər. Nə bilim, bu çoxu məndə elə bil sifariş eləyiblər, məsəl üçün. Amma ikinci dəfə sifariş eləmirlər. Kimsə var, neçə nəfər məsəl üçün çox xoşu gəlir. Bad, kurkumin, spirulina falan, nə bilim, sifariş çox eləyir. Spirulina çox eləyirlər. Ona görə ki, mənim ətrafımda doğrudan da maşallah belə ağıl adamlardır, bilirlər ki, elə bil bu doğrudan da qəşəng şeydir və çox adam üçün Faydalıdır. başa düşürsünüz, faydalıdır, bəli. Bu belə bir şey var. Baxın, Qiymət məsələsi, başa düşürsünüz? O qiymətə, məsəl üçün mənim əmim qızı yazılıb. Məndə komandada 2 nəfər var. Bir nəfər, bir əmim qızı, bir də rəfiqəm Moskvada yaşayır. Moskvadakı yaşayan, orada qiymətlər bizdən yaxşıdırlar. Amma o da deyir ki, məsəl üçün marketdə satılan mal ondan ucuzdur, amma ki, doğrudan da 1-2 qat deyəsən bizdən ucuzdur da onların qiymətləri. Niço, vrozi işləyir. Yaxşıdır, deyir ki, sizə xoşu gəlir də o prosesdən. Amma ki, əmim qızı, məsəl üçün, Günəşlidə yaşayır. Deyir ki, mənim ətrafımda belə adam yoxdur. Statuslara paylaşır, məsəl üçün, deyir, soruşurlar, qiyməti soruşanda deyirlər ki, məsəl üçün, o çox bağadır, yox. Bu belə bir şey var. O qiymət məsələsi var. Mellina xanım, baxın, mən dinlədim sizi, tamlığından haqlısınız. Nəyə görə? Çünki siz bu işdə yenisiniz. Biz də bunları yaşamışıq. Çox gözəl ki, yaxşı ki, mən sizdən bunları soruşdum. Şampunlarımızın fərqi nədir? Məsələn, deyirsiniz, aldılar, saç tökülməni çox artdı. Bəli, bizim şampunların əksəriyyəti əvvəl təmizləyir, ölü, cansız saçları tez təmizləyir. Siz onu verərkən başa salın ki, sizdə tökülmə artsa, siz qorxmayın. Yeni saçlar gəlir. Aşağıdan sizə kömək edəcək yeni saçlar gəlir. Və bizim şampunlarımızın biraz, bilirsiniz necə, ona görə bir neçə növ şampunlarımız var. Saçlara uyğun, dəqiq və düzgününü siz seçməlisiniz. Mən bilirəm, Sevil xanım, inanırsınız, mən bütün məhsulları demək olar ki, əzbər bilirəm. Əzbər, Doğrudan bir də, məsələn, bir şey də var da, saç tökülmələrini də özünüz bilirsiniz də, fəsillə də var. Məsələn, bu şampunu ala bilər, hava soyuya bilər, D vitamini aşağı düşə bilər, işdə hər hansı bir stres keçirdə bilər, ondan üst-üstə düşər. Deyər ki, bunu da şampun elədi. Amma mütləq mən şampunları verərkən qida əlavələrini də yanına qoyuram. Çünki bir insanda saç tökülürsə, bu artıq müraciət edirsə, mənim saçım tökülür. İçərdə nəsə problem var. Mütləqdir, mütləq ona kalsium, D vitaminini verin. Mütləqdir və yaxud D3, K2-ni verin. Mütləqdir. Bu öndə gedən bir şeydir. Bunu çörək yoxdur. İnanırsınız, mənim evimdə irsaqdan başqa heç nə yoxdur. Mən deyirəm ki, mən hamıya deyirəm ki, ay qızlar, inanırsınız, mən məsəl üçün minimum 3-4 aydır mən marketə o kimyəvi şöbə var. Heç girmirəm ora. Heç girmirəm. Mənim evimdə ancaq ersaqdır, ancaq. Və hamıdan xoşum gəlir, hamıdan. Mən deyirəm ki, yaxşı deyil, superdir. Doğrudan da mən belə, özü də mən belə adamam ki, mən
inanmazdım ki mən belə işə girişə bilərəm. Qoşularsınız. Amma ki Hı hı. çox xoşum gəlir, çox xoşum gəlir. Bilirsən niyə? Ona görə ki, doğrudan da məhsullar yaxşı deyil, super məhsullardır. Hamıya da belə təqdim eləyirəm. Kimsə inanır, kimsə belə deyir. Ay Milena, Onlar da sən də ora inanacaqlar. girişmisən. Milena Onlar da xanım, bilirsiniz inanacaqlar. nəyə görə? Çünki dediyim kimi səbəb bayaq dediyim səbəbdir. Yəni network şirkətlərinin çox olması və çoxsunun da ancaq qazanc güdməsi, insan sağlamlığına xidmət etməməsi, boğazdan yuxarı sağlamlıq məhsulları olması, həqiqətən də sözdə sağlamlıq məhsulları, həqiqətən sağlamlıq məhsulları olmaması, sözdə sağlamlıq məhsulları olması və ədalətsiz qazanc sistemləri, ədalətsizlik də orada hardadır? Həm sistemlərində problem var bəzilərində, bəziləri də insanları satışa yönləndiriblər. Yəni gəl bizdən al, apar, sat. Bizdə amma belə deyil. Biz şəbəkə qurmağı öyrədirik. Bəs biz ev-ev niyə gəzirik? Niyə evlərə gedirik? İndi mən Çox demək rahatdır. istəyirdim. Bəli, Doğrudan da. çox Mən də deyirəm, hamıya deyirəm. Ay balam, sənə heç yana getmək lazım deyil. Sən evdə oturursan, internet mağazadır. Bir, nə bilim, 2 dəqiqəlik şeydir, sənə də evə pulsuz gələcək. gətirirlər onu. Bəli. Nə bilim, Siz, yəqin ki, siz təşkil indi eləyə bilər. vaxt Mən çox çətindir indi də, yəqin ki, Bax, ona görə. mən bir dənə də orada bir cümlə yadımda saxladım ki, hansı məhsulları heç alıb işlətmək istəməzsiniz? Aha, indi deyim sizə. Məsəl üçün, paraşok var, maye paraşok, qara Paltarlar üçün. Aha. paltarlar üçün də. Bu o Nəyə mənim görə? xoşum gəlmədi. Onu Nə- heç Ay, başa sağ ol. düşmədim. Başa düşmədim. Köpük heç yoxdur. Bəli. Belə su kimidir. Bəlkə mən elə bil düz istifadə eləmirəm. Başa düşmədim onu. Birinci dəfə mən də elə onu yaşamışam. Mhm. Deməli gətirdim, bir əlimdə bir qara köynəyim var idi. Dedim onu əlimdə yuyum. Yudum, gördüm bu Elə bil nədir? adi sudur da, Hə, elə bil. sudur. Bitdi. Ay sağ olun. Sonra bunu götürdüm, atdım maşına. Dedim qoy maşında yuyum. Gördüm maşında ilk 2 dəfə qara paltarlarımı yuyanda üzərində ağ belə bir şeylər əmələ gəldi. Dedim yox, bu nəsə xoşum gəlmədi. Bu niyə belə oldu? Sonra baxdım, gördüm ki, bunlar bu ilk yumada, məsələn, biz kimyəvi paraşok işlədən insanlar bizim məhsulu alıb işlədəndə, qaralar üçün tökəndə onda biraz belə bulandıq bir şey əmələ gətirir. Başın çıxmır, paltar belə bir qəribə olur. Sonra mən ikinci, üçüncü, dördüncü, artıq indi 2 ildir işlədirəm də bunları. Siz inanırsınız, paltarlarımızın rəngi, solmuş corabların rəngi hamısı özünə qayıdıb. O qədər gözəl. Hə, və onlar nə üçündür? Baxın, bizdə paraşok var, toz paraşok, rənglilər üçün, qaralar üçün, bir də ağlar üçün var. Deməli var delikatlı paltarlar, var evdə və yaxud hardasa həyətdə işlədin, elədin, tozlu, torpaqlı paltarlar. Onlar üçün yuyanda siz fikir verin. Qaraları töküb bir rozvu paltarların üstünə töksəz, bir açıq mavinin üstünə tökülsə, baxırsınız ki, onların rəngi dəyişir. Elə bil onlarda qaranın öz tərkibində kraska kimi bir şey var. Mən onu necə istifadə edirəm? Mən onu yuyanda, qara paltarları yuyanda, atıram paltar yuyana, çox çirklidirsə, ora rənglilər üçün bir qaşıq paraşok tökürəm. Bir qaşıq tökürəm. Çiçək kimi eləyir, tərtəmiz. Amma mən delikatla da bütün günü şəhərdə gedirik, gəlirik, gündəlik gidirik, hamama yuyunduq, atdıq, yuduq, yaxaladıq. Onu təmiz elə onunla yuyuram, sərirəm. Mənə razı salır, özü çox da xoşum gəlir. Qaraların rəngi, özü Vüsalə bilir, mənim qara paltarlarım da çoxdur. Elə bilsən, indi almışam paltarları da, çox qəşəng qoruyur, qoxusu da qəşəngdir. Qoxusu və bütün məhsullarda superdir. Bəli, deməli mən ağları da belə tutmuşam, o ağ mayeni də. Biz sarıçqalarımı, delikatlı paltarları 30-da yuyulan paltarlarla yuya bilərik.
Amma paraşoklar artıq bizim aşırı çirkli olan paltarlar üçündür. Toz Hı hı. paraşokları. Aşırı təmiz ağ yumaq üçün toz paraşoklarımızdır. Bunlar fərq budur. Ya, istifadə eləmişəm, toz da istifadə eləmişəm. Bəli. Qəşəngdir. Məsələn, Hər bizim şey. evdə işlətdiyimiz ədyallar vardı. Üstümüzə örtürük, yatırıq. Mən Hı onu hı. tökəndə, məsələn, rənglilərdən tökürəm, yuyuram. Çox da xoşum gəlir. Orada nə var ki, heç nəyi yoxdur. Sadəcə bunun bir qoxusu getsin, təravətlənsin. Biz bunu atdıq, delikatını yuduq, sərdik. Bura paraşok heç atmıram. Elə ondan atıram, həm Sonra pervol kimi. kondisioner super. Onun qoxusu bütün evə elə bil bürüyür. Bəli, bəli. Kondisioner o. Bir bəzi məhsullarımız var ki, mənim özüm də ilk dəfə işlədəndə qorxa-qorxa yanaşmışam. Məsələn, yağ közü tutunca mən deyirdim ki, bu yağ közünə mən işləyə bilməyəcəm. Amma yağ köz sonra mən o yağ köz elə bil işlətdikcə təmizlik işlərini apardı evdə. O qədər evdə ximikat işlətmişik ki, yağ köz elə bil ki, bir ay bizim evdə o ximikatlarda çürüdü. Ondan sonra başladı effekt verib o təmizlik işlərini aparmağa. Yəni bəzi məhsullarımız var ki, axı bunlar bitkidəndir. Bunlar biraz elə bil ki, biz onları anlamalıyıq belə. Dilini tutmalıyıq. Belə bir məhsullarımız var. İndi inşallah ətrafımızda o qədər adam olsun ki, başa düşsün ki, doğrudan da qəşəng şeylərdir də, qəşəng məhsullardır və onlarla istifadə etmək lazımdır. Olacaq, bax, ən çox kremlərimizdə ləkə aparmaq, prişklər. Yəni Krem mən özüm super. O qara timin, qara timindir də. bəli, çörək otu. Çörək otu bəli də. Mənim məsəl üçün üzümdə var idi dermatit. Onunla sürtürəm özümü, tam keçib. Sonra əllər üçün krem, nə bilim, hər şey çox Gözəl. çox gözəldir, çox gözəl. Biz Doğrudan. davam edəcəyik. Bundan ötürü narahat olmayın. Siz yenisiniz, maşallah gəldiniz, uğurlu oldu hər şey. Davam eləyin. Sizi mən izləyirəm. Sizə uğurlar arzulayıram. Çox sağ Davam ol, edin. çox sağ ol Sevil xanım. Davam edin. Siz bu işdə gözəl bir gələcəyin belə komfortlu işləyən müdirlərindən biri olasınız. İnşallah, İnşallah. inşallah. Çox sağ olun. İnşallah. Sevil xanım, İnşallah. Mila xanım, siz təşkil eləyə bilərsiniz, biz gələk. Ev toplantısı. Mənlə siz? Bəli. Bilmirəm, baxaram. Amma ki bizdə çətindir. Mən papa ilə yaşayıram. Papa yaşlı adamdır. Biraz problemləri var səhhətlə ona görə. Allah şəfa siz- versin. Allah Çox sağ şəfa ol. versin. Mən sizin sağ ol. adınızı yazıram. Ola bilər sizin özünüzün evinizdə olmaz. Bir başqasının evində olar. Amma sizin adınızı qeyd edirəm. Sizə dönüş eləyəcəm. Əgər müsait olsaz gələrik. Bir vaxt təyin eləyərsiniz, gələrik. Olar mı? İnşallah. İnşallah. axşamınız Sonra xeyir. axşamınız mən də- xeyir. Bir deyim paraşoklar barəsində. Əgər paraşoklar çox köpük vermirsə, banyo vicidə bir qapaq töksünlər, çox gözəl köpük verir. Bütün paltarlarda istifadə etmək olur. Heç bir rəng, yəni Bəli. rəngi soldurmur, çox gözəl, aktiv edir. Damla da. Damla, bir Damladan də bir damcı tökürsüz, paltarın rəngini belə özünə qaytarır. maşını belə tərtəmiz çiçək kimi Bəli. saxlayır. Qapaqları diki, hər tərəf çiçək kimi, şüşəsi belə parıldayır. Yəni artıq bizdə də elə, yəni mən artıq 1 ildir ki, heç bir paraşokdan istifadə etmirəm də. Çox da gözəl effektini görürəm. Hətta salonda rəngli dəsmalların elə gözəl rəngini açır ki, o banyo vici tökürəm, yağ çözücü tökürəm, gözəl belə təmizləyir Ümumiyyətlə paltarı. paraşoklar bütün paltarların rəngini qaytarır, bozarmış paltarların. Çox Çünki yaxşı. kimyasal yoxdur ona görə. Bayaq da məsələn baxıram ki, başqa insanlarda məsələn bu paltar yuyurlar, onların iyməyə ağır təsir edir. O qədər ki biz bu gözəl paraşokları işlədirik ki, o paraşokların ximikat paraşokların iyi belə ağır təsir edir adama. Bəli, bəli, adama təsir eləyir. Marketlərdə, yəni Düzdür. Artıq yəni bu xanıma demək istəyirəm ki, Hələ əgər biz nədən danışmırıq qızlar, hər zaman deyirəm. Bizim bu oda spreylə yox.
otaq ətirləri var, böyük Hə. qablarda. Çox Deməli, gözəldir. deməli onu mən fevral ayından açmışam. Keçən il fevral. Keçən ilin fevralından işlətmişəm bu ilə qədər. Mənim oğlumun özü onun belə satır ofislərə, zətlərə. Gətirmişdi, qoymuşdu birini pilləkənə. Gördüm yanından keçirəm, başım ağrıyır, ürək bulantısı. Bizə insanlar pisi görməsə yaxşının qədrini bilmirlər. Elə. Mən sonra bu yaxınlarda birini gətirmişəm, onun üçün hədiyyə ofisinə qoysun. Açmışam belə qabını göstərirəm. Deyir, o nədir ana? Deyirəm ki, bax görsən nə qəşəngdir. Açıb qoxuluyursan, o qədər gözəl bir qoxusu var. Sənə heç bir təsiri yoxdur. Amma siz inanırsınız, o satırlar 15 manata, 17 manata, 21 manata. Onu siz burnunuza yaxınlaşdıra bilməzsiniz. Gözünüz belə acışır. Gözünüz belə acışır. Baxın nə qədər fərq var. Necə gözəl yaradıb bunu. Şükürlər olsun onu bizə gətirib istehsal edib əlimizə verən insan. Allah canını sağ eləsin. Bu Bəli, hər çox şeydə bizi möcüzəvi düşünüb. məhsullardır. Hər Çox şeydə superdir. bizi düşünüb. Hər bir şeydə bizi düşünüb. Mən aparıram ondan diabet şöbəsinin biraz ağır qoxusu var da oranın. İnanırsınız özüm oraya girən kimi birinci ondan fısqırdıram içərilərə. Hətta o balacalarda da yəni ki o da spreylər olur ya əlimizdə bu 18 manat, 19 manat olan. İnan bürüyür oranı ətir qoxusu. Çox gözəl ətir Mən qoxular. Rübabə, o da gözəldir. Onların Hə. tərkibində etil spirti var. Etil Hə. spirti var. Həm də dezinfeksiya edir. Çox gözəldir. Bəli, Mən bəli. o qabın içində o təzə gəlib, Çöplər olar. çöplü olanlar. Hı -hı. Onlardan çox Hə. müthişdir. Hələ açıq rəngi vəbşi. Çox gözəl qoxusu var. Özdə fevral ayından 1 ildir işlədirəm mən onu. Çox Düz gedər 1 maşallah. ildir. Bir də Sevil xanım sizə bir elə danışmaq istəyirdim. Yeni qoşulmuşdu ki, bizə şəhid anası var idi, Aynur xanım. Bəli. O Instagramda baxıbdı, krem balı bunu, böyük krem balı soruşub maraqlanıb, biz 25 manata deyirik sizə. Mənə mesaj yazdı bayaqlarım. Aha. Dedim, hə, bəs niyə o belədir? Belə dedim, siz yeni üzvünüz. O həmən adam ya hədiyyələr də onu ucuz qiymətə verir, ya nəsə belə nə Hədiyyə məqsədlə verirmi? Üzərində hədiyyə yox, verirmi? hədiyyə vermir. Mən ona Bəs dedim, verəcək də o qiymətə. hə, O vurur sizə öz adına, hədiyyəsini qoyur cibinə, sizə də elə verir. Amma siz onu həm də onu bilmirsiniz, o hansı şəraitdə saxlayıb, tarixi necədir. O onu götürəcək sizə əlbət kimi verəcək. Amma siz şirkətdən alırsınız, üzərində də hədiyyəsini götürürsüz, sizə də gəlir düşür 10 manata. demişdim qoşulsun, bugün qoşulmadı. Bir neçə gün, o 2 gün bundan əvvəlki seminara qoşulmuşdu. Dedim qoşul, suallarını ver də. Yəni nəsə qoşula bilmədi. Bilirsiniz, çox yerdə internetdə, orada burada qoyurlar, amma hədiyyəsiz qoyurlar. Və kimdisə Hədiyyəsiz, götürür onu ucuz satır. Sən nə bilirsən o hansı şəraitdə saxlayıb? Şirkət necə şəraitdə saxlayır? O hansı şərait? Günəşin qarşısında saxlayıb, isti otaqda saxlayıb. Sən onu necə alıb, tarixini necə eləyib? Sən onu bilmirsən. Amma mən şirkətdən götürürəm, güvənirəm və üzərində də hədiyyə götürürəm, yenə də mənə ucuz gəlir də. Burada Mən nə var deyirəm ki? siz yenisiniz. İnşallah sizə də ucuz düşəcək. Siz indi bu 2 dəfəni vurun. İnşallah ki, ondan sonraki 10% olacaqsa sizə də aşağı düşəcək. İnşallah. Rübabə xanım, siz deyəsən Bəli. öz ekiblərinizi də qoşmusunuz, hə, bura? Yeni üzvlərimizi qoşmusunuz. Qoşulmuşdu. Ayda xanım da elə əvvəlki üzvlərimizdən də maşallah Ayda xanım çox yaxşıdır. Çox aktiv işləyir. Siz inşallah Gözəl, bizlər gözəl. seminar Allah veririk. qoysa Könül xanım Ee, 27%-ə qalxmaq istəyir. Ayda xanım İndi, 15% olacaq inşallah bu ay. İnşallah, inşallah. İnşallah, Rübabə, bilirsən də inşallah. ekib taraması eləməlisən. Tarama haqqında danışmadım mən. O araya Dünən yəqin qaynadı. mən Ekib gec taramasına bax. gəldim. Dünənlərin baxmışdım seminarınıza, gec qatıldım. Dünən ekib taramasına baxdın. Dünən ekib taraması haqqında danışdım. Danışdın, sən qulaq asdım. Gec qoşulmuşdum, əvvəldən qoşulmağı bilmədim. Yəni ertədən Mən onları bilməmişdim. qrupa atmışdım Sevil xanım. Aha. 2 dənə link idi, YouTube linki. Bəli. Atmışam qrupa. Bax, Atmışsınız. orada var, ekib taraması haqqında danışmışam. Hər bir lider öz ekibini taramalıdır. Alt karyerlər təzədirlər, onlar yəni bunu bacarmaya bilərlər, normal. Amma siz liderlər fərqi önəmli deyil, bilmirsinizsə bilmirsiniz. Amma yavaş-yavaş onu özünüzdə aşılamalısınız. Yəni ekib taraması eləməlisiniz. Bir də ki, məsələn,
Tutaq ki, burada Ayda xanımın adını görürəm, sonra Şəhid Bəli. Əli burada. Eyvaz. Bu Ayda xanım məsələn üzv gətirib, ya o üzvü mənlə Zoom proqramında görüşdürməlisən. Yeni üzvlər, yeni komandamıza qoşulan üzvləri biz tanımalıyıq. Bilməliyik kimlər gəlib komandamıza. Həm onların məsuliyyətidir bu. İstər-istəməz yeni üzv gələndə burada məsuliyyət hiss eləyir. Həm də başlayanda da sən nə qədər onu anlatsan da, ya özün də onlarla lap görüş elə. Məsələn, Ayda xanım sizi tanıyır, amma ola bilər Bəli. Ayda xanımın dəvət elədiyi adam sizi tanımır. Ya məndən görüşdürün. Zoom hər axşam eləyə bilərik. Problem deyil. Və yaxud həftədə bir dəfə eləyək. Yeni gələn üzvlərinizi həftədə bir dəfə Zoom atırıq. Zoom-a o yeni üzvlərinizi salırsınız. Hamı yeni üzv, Milena xanım da salır, ondan sonra Ayda xanım da salır, Yeganə də salır. Yeni üzvləri hər həftə salırıq Zoom proqramında. Onlarla eğitimlər, onsuz da mən eğitimləri elədikcə görüntülərini çəkirəm, atıram YouTube-a. YouTube-dan da girib o eğitimlərə boş vaxtlarında onlar yavaş-yavaş baxıb öyrənəcəklər. Amma ilkin olaraq, birinci dəfə tanışlıq olaraq həm onlar məni tanısınlar, həm mən onları tanıyım. Həm burada ümumiyyətlə hamımız bir-birimizi tanıyaq. Sevgi xanım onları tanısın, onlar Sevgi xanımı tanısın. Bir-birimizi tanıyaq ki, yeni üzv də bəs nəyə görə bax bayaq xanım deyir ki, mənim ekibim hərəkətə keçmir, işləmir. Çünki məsuliyyət hiss eləmir. O üzvün elə ilk həftədən Zoom proqramına girib müdirlə tanış olmağı, elə onun məsuliyyət demək. O insan istər-istəməz məsuliyyət hiss eləyəcək və hərəkətə keçmək istəyəcək. Qoşmuşdu bir də maşallah Aynur xanım məncə bu dəfə də indi də qoşulub bizə. Həmən onun qarşısına çıxıbdı bu krem balıda. Dedim onu Bax bal biz verək, hamımız başa salaq. şəbəkəmizi qurmaq Bəli. üçün buradayıq da, söz də danışsan, Bəli. düzdür. Ayda xanım, istəmirsiniz şəbəkənizi qurasınız? İnşallah. Ayda İstəyirəm, niyə biz istəmirəm? İstəyirəm. Hürsi xanım, Şəhid Əli Eyvazov bəli, yazılıb bəli, burada. Aynur Adını xanımın. Bəli. Aynur xanım, istəmirsiniz şəbəkənizi qurasınız? Ola bilsən ki, o eşitmir. Bizə problem deyil. Nə vaxt desiniz, hansı günü desiniz? Hamısı Zoom proqramına Yəni yükləsinlər. dəvətlərimizi Xanım, axşamınız xeyir olsun. Bəli, deyir, axşamınız Aynur xeyir. xanım. Yəni hər halda bu şəbəkəyə nə üçün qoşulmuşuq? Komandamızı böyütmək üçün, Bəli. çox pul qazanmaq üçün. Dənə-dənə biz mal satmırıq. Dənə-dənə mal satmaqla biz ancaq məhsulumuzu tanıtmaq üçün məhsulu sata bilərik ki, tanıdaq, sonra şəbəkəmizə qoşaq. Yəni bizim məqsədimiz burada şəbəkəyə qoşmaqdır. Çünki siz satış eləsəz də bir müddətdir satış eləyəcəksiniz. Sonra sizin müştərilərinizi başqa insanlar götürəcəklər. Siz gedib başqasından alacaqlar və yaxud da onların şəbəkəsinə qoşulacaqlar. Çünki o sizi günahkar eləyəcək sonra. Deyəcək ki, bəs sən burada bilirdin belə bir iş sistemi var. Mən də burada şəbəkə qura, mənə niyə bunu başa salmamısan? Bir başqası qeydiyyat eləyəcək sizin adamlarınızı. Ona görə siz burada sizin şuur altınızda ancaq şəbəkə qurmaq olmalıdır. Siz ancaq şəbəkə qurmağa odaqlanmalısınız. Satın ha, müvəqqəti satışdır o. Bir söz var idi, pis çıxmasın. Atam eşeğe min ata çatınca. Müvəqqəti satırsınız ki, o adama tanış eləyib sonra dəvət eləyəsiniz. Anladınızmı? Satış bunun üçün sizə lazımdır. Əvvəl lazımdır ki, yəni əlində biraz Bəli. balını toplayandan sonra artıq satışa ehtiyacın olmur, şükür Allaha. Bir də Yəni, bilsiz əhatəndə xanım, qolların olur. bilsiz xanım nədən şeydir ki, mən internetə girdim. İnternetdə mənə masaj kremi məsələn 25 manata deyiblər. Axı sizin hədiyyənizi qoyub cibinə, məhsulu sizə baha verir. Amma siz özünüz ersaqdan alanda siz onu almısınız 10 manata, 15 manata. Siz əslində Yox, ucuz el alırıq da, almısınız. onsuz da. Biz də el Hədiyyəni alırıq. götürmüsünüz. Hələ sonra Xanım. inşallah bu şəbəkəni quranda da faiz endirimləri gələndə də siz vaxt olacaq bu məhsul gəlib 10 manata düşəcək sizə. Sizcə Hı. hansı yaxşıdır? Gedib bir tək 25 manata almaqmı? Ya bu şirkətə İndi, üzv olub həm saxlaması təmiz olan, yəni şəraiti yaxşı yerdən almağınız, orijinaldırmı bu, təmizdirmi olmağını, həm bu məhsulun necə sizə gətirib çatdıracaq bu sənə. Hədiyyəsi də qaldı. Elə sən baha alırsan da 25 manata sən yenə də baha alırsan. Xanım, üzr istəyirəm, söz kəsirəm.
O hansı şəraitdə saxlayıblarsa bilmirəm, amma mən məsələn 123 manat ödəmişdim də, 7 dənə Bəli, məhsul götürmüşdüm. bəli. O 123 manatı onların arasında böləndə, yəni ortada hədiyyə qalmır. Elə o 25 manata düşür demək olar ki. Yox, siz 123 Yəni, manatlıq eyni masaj dünyada kremi mi almısınız? Siz başqa şeylər də almısınız da, qiymətləri fərqli-fərqli. bilirəm. Yəni onların arasında 123 manatı böləndə bu masaj kremi elə yenə də o qiymətə, o internetdə tapdığım qiymətə yəni düşür. Yox, o bəs o Üstündə internetdə satan insana nə düşüb ki, onu elə satır? Məsəl üçün deyirəm də, Amma nə nə düşüb? bilim, ola bilsin ki, çoxdur məhsulu. Bilmirəm, mən bilmirəm o barədə Bilirsiz məlumat. xanım, siz Ersağın üzvü olmusunuz. Siz Ersağın öz şirkətin özündən məhsul sizə çatdırılır. Siz üzərində neçə 120 manata neçə məhsul almısınız? Yəqin ki, bir 5-6 dənə, düzdür? Mən Üzərində də bilmirəm. bir 6 dənə hədiyyə götürmüsünüz. Evinizə neçə məhsul gəlib? 7 dənə. Cəmi 7 dənə məhsul gəlib. Siz nə götürmüsünüz? Qida əlavəsi götürmüsünüz, masaj nə götürmüsünüz? Nə almısınız? Masaj kremidir, bir dənə duxudur. Aha, Argan duxu. kremidir. İndi sizə bir söz deyim. Duxu hansı duxudandır? Duxu Rübabi xanım bilir, 15 Duxu manat. elə bir ki, probniklər yoxdur. Gardenia duxu 15 Deməli, bir dənə milyon. masaj kremi, bir dənə duxu, sonra D vitamini, D ay vitamini. sağ ol. Saxlayın. Bax, kalsium, kalsium D, sonra Bir də böyük masaj kremi, argan yağlı nəmləndirici. 5 Bax, dənə ben- məhsul. 5 məhsul almısınız? 5 məhsul. Neçə Altı dənə hədiyyə hədiyyə götürmüsünüz? 6 hədiyyə. Sizin evinizə 11 Yox, dənə hamısı bir yerdə. Hanım, hamısı bir yerdə 7 dənədir. Hamısı bir yerdə. Hədiyyəli, qarışıq, hamısı bir yerdə 7 dənədir. Yox, Hədiyyə də götürüb bəlkə Sevil xanım. Ola altı bilər. hədiyyə götürmür. nə vaxt götürüb Rübabə? 5li hədiyyə də götürüb. Beşli kampaniyada götürüb də, amma yeni üzv kimi yazılır. Yeni Beşli üz kimi 6 hədiyyə düşür Bəli, də. altı Nəyə hədiyyə görə də cəmi düşür. 7 dənə məhsul gedib xanıma? Hanım, mən Yox, argan kremi, bir də argan kremi, masaj Klemval sifariş eləmişdim. Onların da üstündə 5 dənə hədiyyə verilib. Ümumilikdə Argan hamısı bir kremi, yerdə 7 yox. dənə idi. Elə bil 7 ki, dənə. ekneziya kapsul. Ekneziya kapsul. Yox, Rübabə, onun aldıqlarını sən saydın. Aldıqları Aha, başqadır. aldıqlarını deyim. Masaj kremi, böyük Ah. masaj kremi. 1, D3 K2, 2, argan Dokuz. yağlı masaj, argan yağlı nəmləndirici losyon. 3, Tamam. Bir də ki, ətir. duxu. Gardenia duxu 4 15. dənə. 5 dənə də hədiyyə götürüb. 9 dənə Altı dənə. məhsul getməli Yox, də ona. hanım, mən götürdüyüm məhsulu mən bilirəm. Karo qutu mənə gəlir. Hamısı bir yerdə 7 dənədir. Bəs hədiyyələriniz neçə dənə gəlib sizin? Hədiyyələriniz 6 dənə olmalı idi axı. Bir klemballa mən nə idi o zakaz eləmişdim. Sizin əlinizə nakladnoy gəlibmi? Nakladnoy. Gəlib ki, Gəlib. mən atmışdım. Bəs Gəlib. Rübabə, niyə maraqlanmamısan Yox, şirkətlə? Bu maraqlanmışam. Dedi axı özü mənə deyibdi, hamısını göstərdi axı mənə. Şəkillərini də atmışdınız. Ya, hamısı- şəklin bax, bədən Aynen. deməli bir saç losyonu gəlir, saç ətiri bəli. hədiyyələrdən. Bir dəqiqə qoyun baxım, sizə şəklini atıb mənə. Yox, Banyo mən- vici dedi, banyo vici. Bəli. Sonra Hələ qiymətlər ekneziya baxmayın. kapsul. 3, Yadımdan çıxıb bu şəkillərinə Bəli. baxım, atmışsınız mənə. Yox, Bəli. bana mən hamı ilə maraqlanmışam bir-bir ki, yəni kimdən nə gəlməyibsə hamısını soruşmuşam. Hamısında düzgün gəlib. Bu indi sizə baxacağam hədiyyələrinizi də atmısınız mənə. siz baxın ondan dəqiq. Yəni bax mən hesabımla Aha, sizin məhsul 10 manata düşür. Deməli, peeling gəlib, banyo vici gəlib, sonra okaliptus krem gəlib, ekneziya kapsul gəlib, saç spreyi gəlib. 5. Bir də nəsə var orada. Amma seçə bilmirəm. Bir dəqiqə göz şəkilə baxım. Hədiyyələr gəlib 5, birini də tapın görüm nə gəlib 6. Bəs aldığı məhsul 6 hədiyyə olmalı idi axı sizdə. Niyə 5 hədiyyə görsənir ki burada? Birini Yox, orada nə varsa elə şəklin ümumi çəkib göndərmişdim sizə. Bax elə bil ki ekneziya kapsulu idi. Yuxarıda bir dənə də əlavə nəsə var idi. Siz onu cüt götürmüşdünüz. siz bunu aydınlaşdırın Rübabə. Aydınlaşdıraram. Götürdüyüm şeydir.
Qızlar, bunu Amma götürdüyüm bilin. aydınlaşdırarsınız. Xanım, Bunu yox, sor. sizin nə əksiyiniz varsa göndəriləcək. Rubabi onu həll Narahat elə olmayın. günə. Hə, yox, həll eləyəcəm, narahat olmayın. Baxam indi buna. Hə. Nakladmayı da Yəni mənə mənim hesabımdan sizə sizin məhsulunuz sizə 10-12 manata düşməlidir. Yəni bu belədir. 120 manatlıq məhsul Axşamınız xeyir almısınız. olsun. Necəsiz? Xoş gəldiniz. Tamam. Qızlar, onu siz həll eləyərsiniz onda. Dəqiqləşdirərsiniz. Mən nə demək istəyirəm? Burada Bakıda yaşayan liderlərdən kimlər varsa ekib, fərqi yoxdur. Desin, qeyd edim, ev toplantısı istəyirəm. Demirəm Bu, sabah ev toplantısına gəlirəm, amma Bu hə şəhid desinlər, ailəsi zəhmət olmasa mənə uyğunlaşdıraq. şəxsdən əlaqə saxlayın mənimlə. Mən sizin şeylərinizi baxacağam. Onda nə vaxt toplantı eləsəz bir gün əvvəldən qrupa yazarsınız, hamımızın xəbəri olsun ki, yəni hamımız girib yəni qulaq asaq, bir Siz məlumatımız olsun. hazırlayın, ekiblərinizi hazır saxlayın Siz ki, ekiblərinizi Bəli, hazır qoşulun, saxlayın ki, yaxşı. o puşu Yaxşı. qoşaq, biz danışaq onlarla. bəli. Hə, bir də ki, nə deyəcəkdim? Ayda xanım, bax indi siz Bəli. Göyçayda yaşayırsınız da, o Bəli. xanım da, o biri xanım da. Siz indidən bu toxumu səpməlisiniz ki, biz Göyçaya birdə gələndə, orada ondan da böyük komanda olmalıdır. Siz qurmalısınız o komandanı orada. Valla çalışıram, Göyçayda. valla çalışıram. İndi bir-iki nəfər də var, qoşulmaq istəyir. Prosta mənə dedilər ki, vay, biraz bizi gözlə, nə bilim nə. Amma yəni Sağ olun, bütün günü o inşallah. şey demiş, bizim bir də bir problem var ki, bu ilin axırına bizi attestasiya salıblar musiqi məktəblərinə. İnanırsınız ki, Bilirsiniz, onlarda Allah qarışıq sizə bir dünya. kömək olsun. Sağ Bilirsiniz olun. nəyə görə deyirəm? Bax, hamı birdən-birə bizim işimizə hə deyə bilməz. Dediyim kimi, Bəli, network hər bəli, kəsə görədir, amma hər kəs də networku görə bilməz. Amma bəli. məsələn, sizə yox deyən insanlar var, onlar sizə yoxu desələr belə, əslində beyinlərinin bir köşəsində onlar o həni orada saxlayırlar. Siz Belədir. onu bax, necə deyim, deyirsiniz, yox deyir, amma o onun əslində o düşünür onu. Əslində düşünür. O hər an həyə gələ bilər. Sizə İzləyir, elə gəlir. baxır, sonra qərar verir. İzləyir, Bəli. baxır, qərar verir. Siz indidən o toxumları səpməlisiniz ki, biz Göyçaya gələndə ona bir kəlmə həmən insanlara deyəcəksiniz ki, mənim xətrimə gəl bu seminarda iştirak elə. Ən pis halda, mənim xətrimə deməsəz də gələcək, amma ən pis halda mənim xətrimə gəl bu seminarda iştirak elə deməklə inanın ki, siz çox gözəl iş çıxarda bilərsiniz. Ona görə indidən öz toxumlarınızı səpin ki, biz gələndə, onu sulayanda onlar cücərməyə başlasın. Başa düşürsünüz nə demək İnşallah. istəyirəm? Bildim. Və orada düşünmək lazım deyil. Mən Göyçayda yaşayıramsa, mən ancaq Göyçayda işləməliyəm. Yox. Bütün dünya ilə çalışa bilərsiniz. Azərbaycanın bütün bölgələrinə biz pulsuz məhsul çatdırırıq. Azərbaycanın bütün bölgələrindən siz şəbəkənizi oluştura bilərsiniz, komandanızı qura bilərsiniz. Tanıdığınız 1-2 nəfər qoşmaqla nə qədər tanımadığınız komandanıza insanlar dəvət eləyə bilərsiniz və inanın ağlınıza gəlməz işlər çıxarda bilərsiniz burada. İnanın buna. Bəli. Bir də Minə xanım deyəsən sahildən qoşulubdur. Minə xanım, sizdən də bir seminar istəyirəm, ev toplantısı. Eləyə bilərsiniz. Ev seminarı istəyirəm, gəlmək istəyirəm. Təşkil eləyə bilərsiniz, Minə xanım. Yəni fikirləşərəm, sizə məlumat verərəm bu barədə. Yəni indi heç nə Tamam, deyə mən sizin bilmərəm. adınızı yazıram, Sizlə şəxsidən danışarıq. Siz mənə dəqiq, yəni sizə uyğun bir vaxt deyərsiniz, təşkil eləyərik. Çox adam lazım deyil, 3 nəfər, 5 nəfər. Çünki çox olanda da o beyin qarışır, ağız deyəni Bəli, istərsiniz 3-4 qarışıq nəfər olur. bəs edir. 3-4 nəfər siz inandığınız Nəfər, insan ki, amma bunlar inandığınız- mənimlə birlikdə çalışa bilərlər. Çalışa biləcək insan, bəli, həqiqətən də bu insanlarla yola çıxmağa dəyər, yol getməyə dəyər insanlarla. Milena xanımı da yazdım, Mina xanımı da yazdım. Yeganə xanıma demirəm, çünki bilirəm rayonda yaşayır. İnşallah ora rayona gələcəyik. Yeganə xanım da eyni ilə Ayda xanıma dediyim söz Yeganə xanım üçün də keçərlidir. İndidən o elə eləməlisiniz ki, biz gələndə artıq orada sizin şəbəkənizi, sizin o əkdiyiniz toxumları bizim gəlməyimizlə biz cücərdə bilək, böyüdə bilək inşallah Allahın izni ilə. İnşallah. Belə. Və ən qısa zamanda da dediyim kimi sizin ekiblərinizin, yəni Zoom eğitimlərinə, onlarla görüşləri mən səbirsizliklə gözləyirəm. Bu şəkildə çalışaq ki, qısa müddətdə böyük işlər görək Allahın izni ilə.
İnşallah, inşallah bacı, yaxşı. Mən öz İrəm, payıma yaxşı deyirəm, baş üstə. İnşallah, inşallah Ayda xanım. Mən inanıram ki, siz gələcəyin çox güclü liderlərindən biri olacaqsınız inşallah. İnşallah, O inşallah, enerjini alıram sizdən çünki. O enerjini mənə verirsiniz. Sizi inşallah, görməsəm də inşallah. səsinizdən. Ee, İnşallah, inşallah. Bir də bir şey deyim, Sevgi xanım bilmirəm, bayaq dedim, demədim, yadımda deyil. Səhv etmirəmsə demədim. Şirkətimiz artıq elə bir deməli hazır videolar şəklində hazırlayacaq. Hətta mən onlardan da indi inşallah bu 2025-ci ildə bu hazırlanacaq. Ev toplantıları, seminarlarda necə danışmalısınız, necə insanlara məlumat verməlisiniz, bu necə olmalıdır? Video görüntü şəklində hazırlanacaq. Mən bunu sizə də göndərəcəm. İnşallah siz də rahat şəkildə çalışmalarınızı mən olmadan belə, üst sponsorlarınız, liderləriniz olmadan belə özünüz öz komandanızı böyüdə biləcəksiniz bu şəkildə. Yaxşı, əla. Biz bu O yola yaxşı. çıxmışıqsa, xanımlar, ya bu işi görəcəyik, ya da görməyəcəyik də. Ya bu işin içində oluruq, ya olmuruq da, düzdür? İşin içində də varıqsa, iş görməyə başlamışıqsa, komanda böyütmək istəyiriksə, şəbəkəmizi bu iş elə bir işdir ki, bu işi başladınsa, bu işi görməyə başlayırsansa, buradan nəticə almaman ehtimalı yoxdur. Yəni mütləq nəticə alırsan. Amma Gün çalışmaq lazımdır. Bəli, Yəni çalışmaq oturub belə lazımdır. çalışmaq Çalışmaq lazımdır. Və iş görürüksə, gördüyümüz işi layiqincə görmək lazımdır. Yəni siz stol götürürsüz əlinizə. Stolu bir əlinizlə götürsəz, o stol düz durar. Yoxsa iki əlinizlə götürsəz, o stol düz durar. Bir əlinizlə narahat olarsınız, əliniz də ağrıyar. Amma iki əlinizlə götürəndə rahat götürürsüz. Çünki ürəklə o işə dörd əlli sarılmaq deyirlər də buna. İki əlinizlə, Bəli. dörd əlinizlə sarılırsınız deyə o qaldırdığınız stolu da yaxşı qaldırırsınız. Tək əllə qaldırmadığınız təqdirdə. Bəli. İnşallah, inşallah. Çox sağ olun. Allah razı olsun. İnşallah hamınızdan. mən sizi bura qədər deyirəm. Bugünlük görüşümüz bu Gecəniz qədər. xeyrə qalsın. Gecəniz xeyrə qalsın Hər deyirəm. biriniz İnşallah Allah növbəti hamınızdan təşəkkür razı edirik, olsun. qoşuldunuz. növbəti Sağ olun. Xeyrə görüşlərdə yeni üzvlərimizlə, İnşallah. yeni komandalarımızla inşallah sizi görüşünüzü səbirsizliklə gözləyirəm. İnşallah, inşallah. Uğurlar Xeyr. diləyirəm Gecəniz sizə. xeyrə qalsın. Gecəniz Sağ olun. xeyrə. Sağ olun. Sağ olun. Sağ olun. Öpürəm sizi. Bir də sizə sağ olun. bacı. Sağ olun.